öyrənirdim. Elə bir ay öyrənirdim, 1 il başını buraxırdım. Hardasa 2 saat əvvəlcədən çıxmalıyam ki, 2 saat ərzində gedim işə çatım. Su filtri şirkətindədir işlər. Satış mənlik deyil ümumiyyətlə. Mən bacarmıram. Baxmayaraq ki, Gürcüstanlıyam, o mənim qanımda olmalıdır. Amma o vakansiya CV atdım. Sabahsı gün zəng elədilər, birisi gün üçün məni çağırdılar, getdim, sual-cavab oldu. Kim deyirsə ki, süni intellektdən istifadə eləmirəm, məncə ya o ultra senior səviyyəsindədir, ya da ki, atır. Düzgün debugging, düzgün bug fixing eləmir. Yəni ən azından mənim qarşılaşdığım кейslərdə elə olub. Mən həmişə şeyi xoşlamışam, datalarla oynamaq xoşlayırdım. Yəni otururdum fikirləşirdim ki, bunu qlobala çıxardım, hamı istifadə eləsin də. Ağıllı şəhər qurublar müəllim. Yanğın olanda sistemləri var, bir UI-ları var. Gələcək məncə AI-da daha parlaq olacaq deyə düşünürəm. Düzdür, amma mən də biraz öz işimi baltalamış oldum buradakı. Salam, hər vaxtınız xeyir. Mən Azad Eyvazov. Bu gün yeni video konsepti ilə qarşınızdayam. Konseptin adı it kimi söhbətdir. İt deyəndə bildiyimiz iti yox, yəni informasiya texnologiyaları mütəxəssisi kimi söhbəti nəzərdə tuturam. Bu konseptdə mən digər developerlərlə, IT mütəxəssislərinlə videolar çəkəcəm. Sual-cavab tipli olacaq bu videolar. İlk qonağım Rəvan Məmmədovdur. Rəvan mənim keçmiş iş yoldaşım olub, özü front-end developerdir və hal-hazırda da bu sahə üzərində işləyir. Hamıya salam dostlar. Xahiş edirəm, buyurun. Hamıya salam dostlar. Mən Rəvan Məmmədov. Azad müəllimin dediyi kimi artıq 3 ilə yaxındır front-end development sahəsindəyəm. Bu sahəyə universitet illərində, yəni tələbə vaxtlarımdan başlamışam. Hətta mənim ilk iş yerimdə ilk iş yoldaşım Azad olub. Azadla vaxtdan tanışıq və Azad bəyin də dediyi kimi, Azad müəllimin də dediyi kimi front-end development sahəsindəyəm və hələ ki bu sahədə davam eləməyi düşünürəm. İndi gələcəklə bağlı başqa planlarımız ola bilər, amma hələ ki front-end development sahəsindən davam edirik. Gəl sən belə eləyək, biraz videoda rəsmi gedirik. Özümüz də sıxılırıq. Gəl bunu adam balası kimi çəkək, davam eləyək. Çünki belə şey eləyəndə elə bil ASTV verilişləri kimi olur. Həyat necə gedir? Mənsiz necə dözürsən bu işlərdə? İş həyatı necədir? Həyat gedir yavaş-yavaş şükür. Yoxsa sənsiz biraz iş yerində azad olmayanda biraz sıxıcı olur, amma şükür Allaha ki, hər şey qaydasındadır, yolundadır. Davam edirik də yavaş-yavaş. Görə şükür hər şey qaydasındadır. Əsas o işlərin yoluna gedir. Bilmirəm nə basım bağlayım. İnşallah mən də elə backend-əm bildiyin kimi. Yəni arxa planda işləməyə davam eləyirəm. Yəni gördüyüm işi heç kəs görmür, amma frontun işini hər kəs görür. Mənim işimi hər kəs görür və hətta sizin xətalarınız belə bizim üzümüzə vurulur. Çünki biz front-end developer olaraq sizin API-lərinizin xətalarını biz handle eləmək məcburiyyətində qalırıq. Ona görə bizim xətasız proqramist olmaz. Amma xahiş edirəm artıq bu backendlərin bu 500 errorların xahiş edirəm front-endlərin üstünə yıxmayın. Bizdə bir şey yox. Yəni serverlə bağlı problemlər, API ilə bağlı problemlər artıq biz handle eləməyə məcburiyyətindəyik. Server bizdə deyil. API-də amma çıxan problemlər bizdə ola bilir. Ona görə xahiş edirəm öz buglarınızı, problemlərinizi özünüz həll eləyin. Front-endin üstünə çox iş yıxmayın. Tök ətəyindən daşı, tök. Belə müəllim. İstəyirəm sənə başlayım sual-cavaba. Buyur. Yüngülvari elə özün haqqında ümumi bir məlumat versən, o bizim abunələrə də, bu videoya baxanlara da, yəni bir məlumat vermiş olarsan özün haqqında. Çox gözəl bir cümlə qurdum. Bilmədim necə fırladım. Tamam, mən dediyim kimi Rəvan Məmmədov artıq 3 ilə yaxındır
proqramlaşdırma sahəsindəyəm. İlk başladığım andan etibarən bu günə kimi front-end development-dən getmişəm, davam eləmişəm. Öyrəndiyim ərəfələrdə back-end development də öyrənmişəm, yəni C# üzərindən, C# dili üzərindən. Amma back-end developer olaraq iş təcrübəm olmadığına görə özümə tam olaraq full stack deyə bilmirəm. Yəni belə biliyim var, back-end biliklərim, amma təcrübəm yoxdur o sahədə. Ona görə tam full stackam deyə bilmirəm. Amma front-end developerəm deyə bilirəm. Artıq front-end development sahəsində dediyim kimi 3 ilə yaxındır təcrübəm var. O sahədə davam edirəm. Əsas texnologiya olaraq React-dan, TypeScript-dən istifadə edirəm. Amma çox belə deyək, orta səviyyədə Angular və Vue.js biliklərim də var. Amma əsas iş həyatımda, şəxsi layihələrimdə istifadə etdiyim texnologiyalar əsasən React üzərindən olur. Yəni və hal-hazırda da işləməklə yanaşı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində magistr təhsil alıram süni intellekt ixtisası üzrə və yavaş-yavaş belə deyək, development sahəsindən az da olsa kənarlaşıb biraz süni intellekt tərəfə, machine learning, data science, data engineering tərəfə yönəlməyə çalışıram. Çünki gələcəkdə həmin ixtisasların daha belə deyək, əlverişli olacağını düşünürəm. Yəni ən azından bu şəxsi fikrimdir. Bəziləri üçün bu doğru olmaya bilər, amma yəni mənə görə gələcəkdə machine learning olsun, data science olsun, data analytics olsun, süni intellekt mütəxəssisi olsun və bu sahədəki işlər məncə daha əlverişli olacaq, daha belə deyək, iş tapmaq bu sahələrdə daha rahat olacaq. Ona görə yavaş-yavaş developerlikdən kənarlaşıb AI tərəfə yönəlirəm. Bu. Yəni belə görürəm ki, frontuna başını buraxırsan artıq. Yavaş-yavaş keçsən süni intellektə. Machine learning tərəfi əsasən marağım o tərəfədir. Yavaş-yavaş ML engineer olmağa yönəlirəm. İnşallah Allah qismət etsə gələcəkdə ML engineer olaraq fəaliyyət göstərərik. İnşallah çatarsan arzularına. Mən də bir şey qeyd edeyim. Bayaqdan elə sağ tərəfə baxıram. Mənim monitorum elə sağdadır. Kamerada düz belə elə bir rakurs düzəltmişəm ki, məcburam monitorun solundadır kamera. Və Rəvanın görüntüsündən mən monitordan görə məcbur oluram sağa baxmağa. Yəni videonun bəlkə 90%-dən məcbur olub belə görəsiz. Yəni fikir verməyin. Yala verincəsiz. Rəvan özü haqqında məlumat verdi. Mən də özüm haqqında məlumat verməli idim videonun girişində. Yadımdan çıxdı. Elə indi soxuşdurum araya. Mən də 5 ildir aktiv olaraq backend proqramçısı olaraq fəaliyyət göstərirəm. İlk iş yerimdə WordPress developer olaraq başlamışam. WordPress CMS-dir, Content Management System. Yəni kontentlərin idarə edilməsi sistemi. Bu üzrə mən kod yazmırdım o qədər, amma kod biliyim var idi. İndiki qədər deyil, amma var idi. Elə WordPress developer olaraq başladım işləməyə. İşləyə dedim, yəni daha da özümü təkmilləşdirməliyəm. Müəyyən kurslara, videolara, nə bilim, hər hansı bir problemlər çıxanda Google-da, Stack Overflow-da və s. axtarış eləyirdim. Ən çox da məni inkişaf elətdirən şey elə problemlərin çıxması idi ki, bu problemlər belə deyək də daha çox adamın yaddaşında qalır və bu yaddaşında qaldığı üçün də o problemin cavabı da yadında qalır. Nəsə elə bir şey olanda, həmin problemlə rastlaşanda artıq əzbərə bilirsən o problemin nədən qaynaqlandığını və hazırlayırsan. Bu da səni inkişaf elətdirir. Belə başladım daha da özümü inkişaf elətdirməyə. Sonra bu işdən belə deyək də çıxdım. Çıxdım deyəndə ki, o işlə hal-hazırda remote işləyirəm. İndi başqa şirkətdə offline olaraq, yəni ofisdən işləyirəm. Laravel developerəm. Əsasən yığdığım layihələri Laravel-lə yığıram. MVC də yığıram və yaxud da API da. İndi MVC ilə API-yi bu videoda açıqlaya bilməyəcəm. İnşallah gələn videolarımda, yəni PHP backend dərslərimdə inşallah onları öyrədəcəm. Ölməsək, sağ qalsaq bir problem olmaz təbii ki. Belə. İndi müəllim, mən məsəl üçün front deyirəm, proqramlaşdırmağa başlamağım belə maraqlı bir situasiya mı deyim, bir fikir mi deyim, belə olub. Onu da deyəcəm. İstəyirəm ki, səndən birinci öyrənim ki,
proqramlaşdırmağa, fronta necə başlamısan və necə olub ki, buralara kimi gəlib çıxmısan? Bunu özünə peşə olaraq yiyələmisən? Düzünü desəm, belə yəni lap uşaq vaxtımdan kompüterə marağım olub. Yəni proqramlaşma falan bilmirdim nədir, IT bilmirdim nədir, sadəcə kompüterə marağım olub. Yəni kompüteri açırdım, qurdalayırdım, oyun oynayırdım falan. Oyundan əlavə də yəni kompüterdə çox qurdalayırdım. Uşaq vaxtından deyirdim ki, mən böyüyəndə o vaxt indi bizə atam falan IT-şnik sözünü öyrətmişdi. Yəni IT-şnik olmaq istəyirdim. Sonra elə oldu ki, bakalavrda ixtisasım kompüter mühəndisliyi oldu Xəzər Universitetində. Oradan başladım əslində proqramlaşdırmaya ilk tanımağa, öyrənməyə proqramlaşdırma nədir falan. Belə Azərbaycandakı demək olar bütün universitetlərdə ilk proqramlaşdırma dili olaraq C dilini keçirlər. C dilindən başlamışdım mən də C dilini. Düzündə C dilindən demək olar heç nə bilmirəm. Amma yəni ilk belə deyim, yazdığım kod C-də olub. Sonra başladım, yəni gördüm ki, universitetdə keçirilən dərslər tam olaraq belə mənim belə deyim, marağımı cəlb edən şeylər deyil də. Başladım öz marağıma uyğun IT sahəsində bir yer seçməyə və başladım front-endi gördüm. Mənə daha rahat gəldi düzünü desəm ilk başlarda. Ancaq o istiqamətə yönəldim. Sonra ikinci, üçüncü kursda front-endlə məşğul olmuşam. Dediyim kimi HTML, CSS, JavaScript falan. O vaxt framework falan bilmirdim. HTML, CSS, JavaScript-lə başladım. Daha sonra Code Academy-də software engineering kursunu bitirdim. Orada bizə həm proqramlaşdırma keçmişdilər, nədir? C#-la. Backend yox, sadəcə C#, core C#. Daha sonra front-endi keçdilər, daha sonra C#-la backend keçdilər. Orada da yəni dediyim kimi MVC keçmişlər və front-end tərəfində bizə heç bir framework öyrədilməmişdi. Daha sonra vakansiyalara falan baxanda gördüm ki, artıq yəni təkcə JavaScript bilməklə front-end developer işləmək mümkünsüzdür. Hər hansı bir framework-ı mütləq bilməlisən. Mən də başladım self-learning Udemy-dən, YouTube-dan və dediyim kimi kod yaza-yaza sən dediyin kimi Stack Overflow-dan görürsən falan belə self-learning React-ı öyrəndim. Backend-dən də C# olaraq API öyrəndim. O da self-learning olub, çünki kursda bizə MVC keçmişdi. Daha sonra bir neçə dənə hətta freelance layihə oldu, onları işlədim. İlk başda yəni iş tapa bilmirdim. Dediyim kimi CV atırdım falan, hələ iş tapa bilmirdim, amma bir-iki dənə freelance layihə işləmişəm. Orada da dediyim kimi həm C# istifadə etmişəm, həm React-da yazmışam. Daha sonra ilk belə rəsmi iş yerim olan səninlə olan iş yerimdə, səninlə tanışdığım iş yerimdə React-dan istifadə etmişəm, kod yazıb. Orada səhv eləmirəmsə bir proyektdə sadəcə təkcə JavaScript olmuşdu, React-siz yazmışdım. Qalan React, hətta bir dənə layihəmiz Next.js üzərindən idi. Next.js, unudulmaz layihəmiz. O layihə biraz bizi həqiqətən ciddi şəkildə yormuşdu, çünki Next.js bilmirdim və belə deyə bizdən vəzifəcə yüksək olan şəxs bizdən o layihəni keçmiş projekt menecerimizdən söhbət gətir. Onu buradan alqışlarla salamlayırıq. Sağ olsun. Yəni bu layihəyə görə başqa bir mən problem görməmişəm onda. Mən də problem yaşamamışam, amma bu layihədə ciddi şəkildə bizi yormuşdu. Next.js-də yazılmış layihənin deploy prosesi ciddi şəkildə bizi yormuşdu. Amma ən azından qulağından deyim, onu başı sözü kəsirəm. Qadan alaram səni. Elə bil həmin layihəni qurtardığımızın son günü biz məcbur qalıb bu deploy prosesi çox çətin oldu. Niyə? Çünki normal hostinqə Next.js-i yükləyib istifadə edə bilmirdim və bunu da biz onu deploy eləyəndə öyrəndik. Bunun da sabahsı bir təqdimat var idi, belə deyək. Nə idi o? Söz yadımdan çıxdı. İnkişaf forumu idi, səhv eləmirəmsə, elə bir şey idi. Ticarət forum var idi və o forumda bu tanıdılacaqdı. Bir kitab var idi. O kitabın arxasında bu saytın QR kodu var idi və tanıtım əsnasında kitabın səhifəsinə getməli idi QR kod. Biz onu hazırlamışıq. Bir gün qalmış rəhbərlik dəyişikliklər istəyib bizdən saytla bağlı. Gecə ilə onu düzəltmişik. Yəni səhərə kimi oyaq qalmışdıq. Sabahsı günə foruma getmişik. Forumda da hələm deploy problemi qalmışdı. Bizim IT mütəxəssisimiz var idi. Onunla danışdıq. O bir dənə virtual server hazırladı Next.js-ə uyğun. Yəni kitabın tanıdılmasına
belə deyək də 1-2 dəqiqə qalmış tam deploy olundu, müdiriyyətə bildirdi ki, hazırdır, artıq girə bilərlər. Elə 1-2 dəqiqədən sonra da artıq kitabın təqdimatı oldu. Kitabda QR kodu oxudular. Yəni türkçə demişlər qıl payı qurturduq da, yoxsa bizim karyeramız gedəcəkdi daş karyerinə, yəni üzü o tərəfə gedirdi. Yaxşı qurtardıq. Hətta olmuşdu, səhərsi gün işə gəldim. Həmin o deployda bizə kömək edən IT işçimizlə oturduq, saytın loqlarına baxırdıq. Saytı deploy elədiyimiz anda serverə hücumlar olmuşdu, lokal serverə. Və saytın loqlarında sayta nə qədər bot hücum eləmişdi. Yəni elə bir şey, o layihə bizim qaranlıq tərəfimiz idi. O layihədə biz layihənin yazılma müddəti, prosesi, layihənin kodları, layihənin deployu, deploydan sonra o botların hücumu falan. Yəni o layihə bildiyin o bizim iş karyeramızın bəlkə də yəni Azadın da mənim də ən pik nöqtəsi idi. Biz zülm çəkmişdik layihədə. Amma yəni ən azından təcrübə oldu deyək. Bəli. Yaxşı ki oldu. Bizim başı bəlalı layihəmiz, proyektimiz. Amma hal-hazırda layihə tam mən səhv eləmirəmsə təzəli ilə girmişdim. Amma normal şəkildə işləyirdi. Yəni heç bir problem olmadı. Bəli, işləyir. Yəni bu layihə sənə praktika təcrübə qazandırır. Bəlkə də belə deyək, iş həyatımda qazandığım ən böyük təcrübəni bu layihədən qazanmışam. Sağ olsun. Daha sonra Azadla işlədiyim yerdən ayrıldım. Başqa iş yerinə keçdim. Hardasa orada da təxminən 3 aya yaxın işlədim. 3 aydan sonra oradan da çıxdım və hal-hazırda işlədiyim şirkətdə artıq ondan sonra hal-hazırda işlədiyim şirkətə keçmişəm və təxminən bir aydan biraz çox olar da bu şirkətdəyəm. Burada da artıq middle front-end developer olaraq işləyirəm. Yəni burada da istifadə etdiyim texnologiya ancaq React-dir hələ ki. Yəni qismət olsa Next.js-dən də istifadə edəcəm, daha bir təcrübə qazanmaq məqsədilə. Hələ ki React-dan davam. Yəni belə. Valla bir yerdə işlədiyimiz vaxtlar mənə ləzzət eləyirdi. Tutaq ki də həftədə 5 gün var. 5 günün 3 gününü belə deyib gülürdük. 2 gün proyekt üstünə dava eləyirdik. Sən API-yi səhv vermisən, mən də deyirəm, yox. Sən gələn datanı səhv götürürsən. Axırda baxırdıq, səhv kimdə idisə, kodu düzəldirdi, yenidən davam ki. Filtr backenddə olmalıdır, yox filtr frontda olmalıdır. Sadayı çağırırdıq, sada filtr harda getsin, data çoxdursa nə bilim backenddə getsin, data azsa frontda getsin. Amma şimdi qırğın, işdən çıxardı yerə dost qardaş, gül, əylən. Yəni bir yerdə kod yazmadığımız müddətcə çox belə mehriban, yaxın. O ki gəlib layihənin başına otururduq, qırğın dava düşürdük. API-dən data səhv gəlir, yox data düz gəlirsən, düz fetchləmirsən. Amma müəllim təcrübədir də. Xeylam təcrübə toplamışam. Yəni belə deyək, həyat o LinkedIn-dəki dəyərli bağlantılarım cümləsindən başlamır da, həyat elə dava-şava ilə gedir. Reallıq budur. Yəni o dəyərli bağlantıların statusu deyil. Məncə istənilən şirkətdə, yəni Azərbaycanda bir 80% şirkətdə o backend ilə frontend arasında o belə mehriban davalar olur bizdəki kimi. Yəni onlar qırışmasalar layihə ortaya çıxmır. Az qala əlbəyaxa da çıxmaq olur. Və olmamış olmur. Yəni dava olmalıdır ki, ortaya normal layihə çıxsın. Çünki belə bir inkişaf olunur da. Mən ən azından belə düşünürəm. Davadan söhbət getmir. Yəni mübahisə yox, əsasən müzakirəni nəzərdə tuturam. Müzakirə eləyə bir layihəni daha da yuxarı səviyyəyə keçirdə bilirsən. Sən mənim səhvlərimi mənə deyirsən, mən sənin səhvlərimi sənə deyirəm, mənim xətalarımı, bilmədiyim şeyləri sən mənə öyrədirsən, sən bilmədiyin şeyləri mən sənə öyrədirəm. Yəni belə düzdür, indi bu proses belə deyək, mehriban qırışa olsa da, amma yəni dediyim kimi bir-birimizə çox şey qatırıq da. Həm bilik baxımından, təcrübə baxımından, ona görə məncə olması yaxşıdır bunların. Bəli. Yəni arada qırışaq da müəllim. Qırışmasaq alınmır. Yəni bu layihələr, bu bir yerdə işləmələr bizi dost eləyib. Hal-hazırda yəni biz keçmiş iş yoldaşı kimi yox, dost kimi danışırıq. Çünki bir-birimizin həqiqətən görmüşük xasiyyətimizi, bir-birimizi necə deyim,
dost kimi görmüşük. İndi də hal-hazırda bu dostluq davam eləyir. İnşallah da axıra kimi Axıra kimi. Yəni bir-birimizi biz developer kimi görmürük də. Yəni iş baxımından hə, Azad mənim üçün backend developerdir, mən Azad üçün frontend developeram. Onun kənarda Azad mənim üçün çox yaxın bir dostdur. Yəni ümid edirəm mən də Azad üçün çox yaxşı bir dostam və yəni dediyim kimi ümid edirəm ki, axıra qədər də dostluğumuz davam eləyər. İnşallah bir yerdə. düzdür. Bizim yaşadığımız yerlər yaxın deyil. Yəni dostluq məsafəyə baxmır. Hardasa bir 40-50 kilometr bizim aramızda məsafə var. Amma vaxt elədikcə, düzdür bu vaxtlar gec olsa da, yəni görüşürük. Hə, düz aram şey belə bir məlumat vermək istədim sadəcə. Yəni Azad bəylə həqiqətən Azadın mən bir şirkətdə işlədiyim zaman Azadın işə gedib gəlmə prosesini görürdüm. Yəni Azadın işlər məsafəsi 60 kilometrdir də, yəni Azad işə gedib gəlincə köhnə kişilərin dediyi şey var ha. Bala biz o vaxtı məktəbə, nə bilim, uçuşa gedirdik. Tullana dağlar aşırdıq belə. Və o mənə işə elə gedir. Azad həqiqətən, yəni mən onu görmüş bir adam kimi deyə bilərəm ki, Azad həqiqətən də işə gedib gələndə, yəni o işə gələndən sonra mütləq lazım idi ki, 1 saat yatsın, dincəlsin. Çünki adam həqiqətən 8-də işdən evdən çıxırdı, 11-də zətdə gəlib çatırdı işə. İş yerimdən yaşadığım yer arasında 60 kilometr. Yox, səhv eşitmirəm. Həqiqətən 60 kilometrdir. 60 kilometr məsafə var. Mən elə bil evdən ancaq avtobusla gedəsi olsam, harasa 2 saat əvvəlcədən çıxmalıyam ki, 2 saat ərzində gedim işə çatım. Yəni belə. Gündəlik ancaq avtobusla gedib gəlsəm 120 kilometr 4 saat eləyir gedib gəlməyim. 4 saatım mənim ancaq yolda keçir. 24 saatın 4 saatın yoldadirsə, bir 8 saatında yatsan, qalır 12 saat. 12 8 saatında işləsəm və yəni gündə sənin 4 saat ayıracaq, özünə 4 ayıracaq 4 saat vaxtın var. Düzdür. Onu da ki ancaq video çəkə bilərsən. Yəni mənim də o şey eləyirəm, videolarda altı bazara salıram. Neçə vaxt video çəkənmirdim orası. 3 həftəyə yaxın video çəkənməmişəm. Başım qarışıq idi. Çünki ailəvi işlər, nə bilim müəyyən problemlər, rəhmətə gedənlər var idi. Ora getmək və s. Ölənlərə rəhmət, çox sağ ol. Ona görə yəni çatdıra bilmirdim. Mənim yəni hər şeyim var, Allah'a şükür, bir dənə vaxtım yoxdur. Vaxt ən dəyərli şeydir. Vaxt çalışın, vaxtınıza qənaət eləyin. Kamu spotu belə. Hal-hazırda şeydir, mənim işlədiyim şirkətlə bizim evin arasında da düzdür Azad qədər deyil, 60 kilometr deyil, amma 34 kilometr məsafə var. Yəni mən 34 kilometr gedib belə hardasa yarı-yarıya. Mən 34 kilometr gedib gəlincə belə necə yoruluram da. Yəni görürəm ki, həqiqətən çətindir də. Bir də Azada fikirləşirəm ki, mən 30 kilometr gedirəm, bu adam 60 kilometr gedir də. Yəni sənin bir dəfə işə gedib gəlməyi mən 2 qat sən işə mənim bir dəfə yox, qatını qatışdırma. Sənin bir dəfə işə gedib gəlməyin, bir də mənim işə getməyimdir. Getməyimdir. Hə, onu düşünəndə hərdən deyirəm ki, Şirəvan. Azad o qədər məsafə gəldi. Azad kimi neçə dənə də insan var, o qədər. Ona görə sakit, səssiz çıxartma, gediş və gəl. Bir inşallah görək. Mən o xalqın uşağı. Hazırda. Şablon bir dənə sual vermək istəyirəm sənə. Frontend nədir? Frontend nədir? Frontend qəşəng sualdır əslində. Frontend nədir? Frontend nədir? Gündəlik istifadə etdiyimiz saytlar var. Telefon qoyduq bir qırağa, web üzərindən istifadə edilir saytlar deyirəm. Instagram olsun, YouTube olsun, Facebook olsun və yaxud da Google olsun adicə. Yəni girdiyiniz bütün saytlar. Bir siz vizual interfeysini görürsüz. Burada buton var, burada nə bilim login səhifəsi var, burada login butonları var, qeydiyyatdan keçmək butonu var, parol unutdum parolu və yaxud da alış-veriş saytlarına girirsiniz, orada məhsulların şəkilləri, adları, qiymətləri falan. Bu gördüyünüz vizual hər bir şey. Yəni belə lore desək frontenddir. Yəni siz hər hansı bir veb saytda qarşılaşdığınız şəkillər olsun, yazılar olsun, mətnlər olsun, bu bir belə deyək, veb saytın hazırlanmasının frontend hissəsidir. Siz görmədiyiniz arxa tərəfdə baş verən proseslər var, hansı ki
o şəkillər ora necə gəlib, hardan gəlib, o şəkillər orada niyə var? Bu şəklin Tam üstünə düz basanda gün vurguladınız Rəvan bəy. hə, səbətə Təbrik edirəm. məsələn girmisiniz, girmisiniz alış-veriş səhifəsinə, səbətə məhsul əlavə edirsiniz, ödəniş edirsiniz. O ödəniş necə gedir, o ödəniş prosesi, səbətə məhsul necə əlavə olunur? Sistem hardan bilir ki, mən səbətə hansı məhsul əlavə eləmişəm falan filan məsələləri də backend. Backend tərəfi userların çox görmədiyi və hətta görmək istəməyəcəyi tərəfidir. Amma frontend tərəfi belə deyim, istifadəçilərin rahatlığını düşünən interface və belə deyək də UX UI tərəfi var. Yəni user interface və user experience tərəfidir. Vizual tərəfi də belə deyək saytların frontend. Görmək istəməyəcəyimiz arxa planda işləyən hər bir şey də backend tərəfidir. Lori dilində belə deyək də daha da sadələşdirilmiş formada. Frontend və backendi bir də market olaraq düşünək. Marketin bir istifadəçilər olan tərəfi var. Yəni insanların gəlib mal alıb götürdüyü stendlər və s. olan vitrinlər olan yeri var. Bir də ambarı var. Halbuki bu ambara gedilir, lazım olan şeylər götürülür ambardan, gətirilib vitrinlərə düzüldülür. Sözə deyəmədim. Düzülür. Adı nədir? Kim nə istəyir oradan götürülür. Yəni ki, məlumatların belə deyək də gətirilməsinə rol oynayan, nətər gətirilməsi, filtr edilməsi, məsəl üçün deyilir 5 dənə tutaq ki, konserv gətir, 5 dənə sok gətir, 10 dənə nə bilim cipsi gətir. Bunlar artıq backenddən asılıdır. Front isə vitrinlərdir ki, insanlar gəlir, elə ancaq vitrini görür. Yəni bu ümumilikdə tək bir prosesdir. Backend və frontend. Amma əsasən istifadəçilər frontu görür. Frontu görür. Azadın bu market nümunəsinin çəkməsinin məncə əsas səbəbi biz IT sahəsindən kənar işlərdə də işləmişik və fərqli vaxtlarda eyni marketdə də biz satıcı olaraq işləmişik. Doğrudan biz mən 2019-da bir də marketlər şəbəkəsində işləmişəm. Adını çəkmə bilmirəm, reklam oları olmaz, ehtiyatımı saxlayıram. Zazor qoyuram. Keçməyək. 2019-da bir marketlər şəbəkəsində işləmişəm və harca 6 ay zad işlədim. Ondan əvvəl də artıq fikirləşirdim ki, mən uşaqlıqdan proqramlaşdırmaya marağım olub. Elə mən də necə başlamışam, elə buradan da orada keçid eləyim, oradan da marketə keçid eləyəcəm hissə. Uşaqlıqda mən məsəl üçün girirdim, internet klublara zada gedirdim, nə bilim Counter-Strike 1.6 zad oynayırdıq və s. Bir də məndən böyükləri görürdüm ki, girirlər məsəl üçün chat-a, Facebook-a, nə bilim daxil olurlar hansısa bir veb saytlara, platformalara. Mənə maraqlı gəlirdi ki, bu şeylər necə hazırlanıb. Belə artıq mən axtardım ki, bunlar necədir. O vaxtda bu qədər adamın əlində resursu yox idi. Yəni hər istədiyini daxada yazıb tapanmırdı. Başladım, nə bilim, necəsə oldu, HTML videolar çıxdı qabağıma. Sağ olsun oradakı qaqaş da götürüb kodları notepad-da yazırdı. Bildin, yəni yazın notepad-da yazır. Mən də o kodları notepad-da yaza öyrəndim. İlk HTML kodlarımı. Ondan sonra dedim bunu biraz avam elətdirməliyəm də, bu o deyil. Başladım, nə bilim, CSS, PHP öyrənməyə. Belə biraz inkişaf elətdirdim. Elə bir ay öyrənirdim, bir il başını buraxırdım. Ta elə bil 17-18 yaşıma kimi. Onda da artıq buna marağım var idi, amma məcbur qalıb başqa işlərdə zad işləyirdim. Yəni IT sahəsindən kənarda. Nə bilim, marketdə də işləmişəm, fəhlədə işləmişəm. Bir də ofisant işləməmişəm. Qalan hər bir şey su filtri şirkətində də işləmişəm. Mən gedirəm o qapını bir döyürlər ha, o qapı döyən mən deyildim, əsasən xanımlar olurdu. Ondan sonra gəlib o su filtri aparatını tanıdan mən olurdum. Orada da bir ay işlədim, bacarmadım. Çıxdım.
ən belə deyək, çıxartdılar daha doğrusu başarmadığım üçün mənlik deyildi elə satış mənlik deyil ümumiyyətlə. Mən bacarmıram. Baxmayaraq ki, Gürcüstanlıyam, o mənim qanımda olmalıdır, amma o nəsə məndə o yoxdur. Default olaraq yüklənməyib. Yüklənməyib, NPM-lə Bəli, yüklənməyib. bəli. Yoxsa 1000-lə satmışdım. Gürcüstanlı damarım tutsaydı. Hər nəysə, ondan sonra nəsə deyirdim müəllim. Deyirəm yaxşı ki, amma şeydə olmamısan, o marketinq satış tərəfində olmamısan. Sən Bəli. konkret sənə IT yaraşır da, yəni IT-yə indi. Mənim marağım yoxdur nəsə o tərəfə. İndi bu videoları da gücbala ilə çəkirəm. Niyə? Əslində insanları öyrətmək istəyirəm. O mənə ləzzət eləyir, yəni insanların nəyisə mən tərəfindən öyrənməsi. Nə qəşəng bir hissdir o. Motivasiyadır da müəllim, həm də motivasiyadır insana, yəni girib baxırsan videolara. Yəni hər like bir dənə adama ləzzət verir, xoşuna gəlir. Yəni cəmiyyətə xeyrin dəyir, yəni bir məsəl üçün kursa gedə bilməyə imkanı çatmayan insanlar var. Yəni bu 1 nəfər deyil, 2 nəfər deyil, o qədər belə insanlar var. Onlara belə deyə pulsuz kömək eləməyin, videolar çəkib paylaşmağın, onların o videolara baxıb nəsə səndən nəsə öyrənməyi falan insana həqiqi ciddi şəkildə motivasiya verir. Belə bir şey eləməyin məncə çox yaxşıdır. Davam elə. Axıra qədər də arxandayım inşallah. Sağ ol qadan alım. Müəllim, o söhbəti xətm edeyim, çünki onu dedim ki, bir dənə izah eləyəcəm, buradan oraya hoppanma, oradan bura hoppanacam. Deyəsən marketə gəlib çıxırdım. Sofiltr şirkətindən sonra keçdim marketdə işləməyə. İşləyə özüm fikirləşirdim ki, hara kimi mən yəni bu cür işlərdə işləyəcəm. Yəni heç vaxt pis baxmamışam belə şeylər. Mən 4-cü sinifdə oxuya gedib piraşki paylayırdım marketlərə. Yəni uşaqlıqdan işləyən olmuşam. Yəni pul qazanmağı bilmişəm, necə qazanılır və əziyyətini də bilirəm ki, o əziyyət nədir. Yəni heç kəsin işini necə deyim, alçaltmıram, alçaq olaraq görmürəm. Amma bu qədər işləməyi də mən istəmirdim. İstəyirdim ki, artıq türkçə demişəm, masa başında işləyim. Həm də sevdiyim bir ixtisas olsun həm də. Bəli də, bir əlimdə peşə olsun. Elə özümün IT-yə marağım var idi, biraz da biliyim var idi. Dedim elə nə olar. Yəni risk elədim. İşdən çıxdım, işlədiyim marketdən. Düz 3 ay, yəni ancaq oturdum proqramlaşdırmaya təzədən davam elədim, bilmədiyim şeyləri başladım öyrənməyə. Ondan sonra mənim dostum var, Dadaş. Dadaş mənə bir dənə vakansiya göndərdi ki, bax gör nə edirsən də, bəlkə alınır. O vakansiyaya CV atdım. Sabahsı gün zəng elədilər, birisi gün üçün məni çağırdılar, getdim, sual-cavab oldu, intervyu oldu, götürdülər məni işə. Və orada ilk IT karyeram başladı. Belə bir yəni maraqlı nüanslar olub. Ondan sonra nə bilim freelance olaraq işlər də götürmüşəm. Remote-da işləmişəm. Remote yəni uzaqdan, ofisə gəlmədən. İndi bunun üzərindən də söhbətlər eləmişik, eləyəcəyik, müəyyən qeydlər aparmışam ki, əvvəlcədən yüngülvari sual-cavab nələr olacağını bir karkaz olaraq hazırlamışam. Onun üçün də remote söhbəti də var. Belə. İndi söhbət getdikcə uzayır. Yarım saat video çəkirik. Gecə saat 1-ə qalıb 26 dəqiqə. Yox, 16 dəqiqə məndə baş gedir. Yəni amma danışacağıq inşallah. Güman edirik ki, ən azından mən güman edirəm ki, bu videoya baxarsınız, bəyənərsiniz. Çünki düşünürəm ki, maraqlı bu videodan məncə öyrənəcəyimiz az da olsa məlumatlandırıcı məlumatlar veririk. Bəli. Bizə sizə xeyri dəyəcək məlumatlar var bu videoda. Bu arada nə qədər yadımdan çıxmayıb, onu da qeyd edeyim. Azadın o işlədiyi 2019-2020-də işlədiyi marketdə 2022-ci ildə səhv eləmirəmsə 3 ay müddətində mən də işləmişəm və təsadüfən olub bu. Yəni təsadüfən necə? Mən o marketdə işləmişəm. Azad da məndən 2 il əvvəl işləyib və biz bir yerdə işləyəndə müzakirə edirdik, yəni söhbət edərkən Azad dedi, bəs mən Azad marketdə işləmişəm, mən də işləmişəm, hansında? Mən də orada. Oradan şey elədik ki, biz eyni
yerdə, eyni filialda işləmişik. Hətta ortaq tanışlarımız belə oradan çıxmışdı. Bəli. Şıxəli müəllim. Şıxəli. Həqiqətən mən də heç gözləmirdim ki, oradan bir tanışım zad olar. Yəni bir yerdə işlədiyimiz, eyni marketdə işlədiyimiz adam olar. Papdı. Belə danışa yavaş-yavaş tanış olurduq da ilk. Çünki mən birinci işə girmişdim, ondan sonra Rəvan işə girmişdim. IT şirkətindən söhbət gedir. Heç elə tanışlıq eləyirdik. Bir belə, iki belə, axırda bu market söhbəti düşdü. Marketi dedik. Gördük ki, eyni yerdə işləmişik, fərqli vaxtlarda və indi də eyni vaxtda eyni yerdə işləyirik. Belə olduq Canburat. Yediyimiz, içdiyimiz ayrı getmirdi, bir gedirdi yəni. Həqiqətən bir gedirdi. Yəni nahar fasiləsində biz bir-birimizi gözləyirdik ki, bir yerdə gedək. Mən tez getmirdim ondan əvvəl və yaxud Azad məndən tez getmirdi. Bir yerdə gözləyirdik ki, bir yerdə gedək. Yəni yediyimiz, içdiyimiz ayrı getmirdi. Dost belə olar hə. Məcazi mənada demirik. Yəni həqiqətən elə idi. Öpürəm müəllim. Ürəyimdəsən. Sən də müəllim, sən də. Müəllim, belə bir dənə sualda yazmışam, amma düşünürəm ki, bayaq cavabladıq. Backend nədir və aralarındakı frontla fərq nədir? Bundakı biraz əvvəl açıqlamış kimi olduq. İstəyirsənsə bu suala da cavab verə bilərsən. Mənim dediyim kimi backend yəni təkcə şey deyil də, frontdan fərqi təkcə saytın arxa planı deyil. Backend əslində öz başına ayrıca işləyən bir servisdir, bir xidmətdir belə deyək. Backend təkcə web saytlarda olmur. Backend bir mobile application olsun, web application olsun, website olsun, desktop application olsun. Hamısını belə deyək, ayaqda saxlamağa kömək edən, databazadan, məlumat bazasından məlumatları user'a göstərməyə belə deyək, kömək edən bir servisdir və belə deyim, hər hansısa bir saytın deyək, mobil application təhlükəsizliyini təmin edən əslində backenddir. Yəni o belə adını da eşitmişik çox kimi, o kiber hücumları falan. Onların əslində qarşısının alınmağı bir tərəfdən də backend mane olmalıdır ona. Çünki düzdür, yəni frontda da müəyyən validationlar olmalıdır ki, backend-də sorğu gedəndə düzgün sorğu getsin. Amma əsasən bunlara cavabdeh olaraq backend görünür. Çünki dediyim kimi frontend developerləri, frontendləri çox vaxt şey kimi görür. Yəni insanlar saytın ancaq görüntü hissəsini hazırlayırlar. Əslində tam olaraq da olmasa bir növ elədir, amma backend bütün məsuliyyəti daşıyan backenddir də. Saytın aparmalıdır backenddən görür. Yəni biz olmasaq siz heç kimsiz. Yəni bu məlumatları yazıb yapışdırasınız, söhbət olacaq. Backendsiz də backend developer olmasa da müəyyən saytları ayaqda saxlamaq olar, hansı statik saytlara falan və yaxud da hazır servislər var. Düz olanın da arxasında bir databaza işləyir. Amma yenə də yəni backend kod yazmadan da məsələn Supabase kimi, Firebase kimi bir studiolardan istifadə edib birbaşa frontend backendi bağlamaq olar. Amma təbii ki, olan təhlükəsizlik sistemi olsun, o olsun, bu olsun, backend olmasa olmur. Əslində ikisində yəni dediyim kimi var. Yoxsa yoxsun. Siz yoxsa bizim saytdan zarafatladı bilirəm, yəni frontun da dəyərini bilirəm, backendin də dəyərini bilirəm, ikisinin də yük həcmini bilirəm. Backend daha çətindir. Mən belə deyək də, mən öyrənən vaxtı dediyim kimi mən backendi də öyrənmişəm, frontendi də öyrənmişəm. Backend mənə bilirsən. C#. Əslində sonradan öz-özümə Node.js, Express.js, MongoDB falan da öyrənmişəm. Yəni self-study. Amma dediyim kimi backendi də və frontu da yəni ən azından təməl olaraq ikisini də bilən bir insan kimi deyə bilərəm ki, backend mənə frontdan daha maraqlı gəlirdi. Nəyə görə? Çünki backend frontdan öyrəndiyim vaxtlarda mənə görə daha çətin idi. Yəni front ilk başlarda düzdür, təkcə biz frontu dediyim kimi yəni şey bilirik. Rənglərin, butonun rəngini dəyişən insan, nə bilim, görüntünü dəyişən insan tam olaraq da elə olmasa da bir növ elədir. Amma backend konkret bu insanlar rəng heç nə görmürlər, UI görmürlər.
UI necə olacaq bilmirlər, Figma faylı, dizayn falan görmürlər, sayt ümumiyyətlə necə görsənəcək görmürlər. Adamlar birbaşa bu saytın bütün belə strukturunu hazırlayan, binanın bir növ təməlini atırlar. Və backend kodları, backend o strukturu, database'in strukturunun qurulması olsun, database olsun, o database-də migrationlar falan, mən onlarla çox problem yaşamışam o migrationlarla. Onlar olsun, database'in təhlükəsizliyi olsun, kimsə database-də məlumat toplamasın, backend təmin etməlidir bunu, o bu. Backend bir növ biraz mənə daha maraqlı gəlirdi, çünki fikirləşirdim ki, backend daha çətindir. Amma sonradan gördüm ki, yox da front sahəsinə keçəndən sonra frontun da öz çətinlikləri var. Dediyim kimi bir növ şey demək olmaz da, front daha asandır backenddən, backend daha asandır frontdan demək olmaz. Hərəsinin öz çətinlikləri var. Amma mənim şəxsi fikrimə görə backend daha çətindir front. Məncə də biraz çətindir, çünki backenddə müəyyən belə deyək də alqoritmalar istifadə edirsən, funksiyalar yazırsan, yəni filtrizasiya və s. bir çox proses backenddən gedir. Bayaq sən dediyin söhbətə şeyə qatılmıram, yəni o UI-ı görməkdə, istifadəçi tərəfini görməyi. Məsələn, əvvəllər indi də bəzən istifadə edilir, MVC olaraq layihələr yazılırdı. Bunun məsəl üçün hər hansı bir dənə template alırsan, HTML template götürüb PHP ilə onu inteqrasiya etsən, PHP HTML-i dəstəkləyir. Necə deyim, yəni PHP-nin içində HTML kodları yazmaq olur. Bu sayədə MVC olaraq PHP-nin içində həm backendin kodlarını yazırdın, həm də ki fronta o kodları inteqrasiya edirdin. Ki məsələn database-dən gəlir belə deyək, data PHP-yə, PHP-dən də ötürürdük fronta. Yəni həm backend-də, həm də frontu biz yığırdıq. O MVC şeydə də var. C#-da da var idi. C#-da da yəni biz C# kodlarının içərisində view faylları olurdu bizdə, view faylları. O view fayllarının içərisində biz HTML koddan yazırdıq. O HTML kodlarının içərisində də datanı backend kod var idi qıraqda. Oradan çəkirdik database-dən. Həmin datanı ötürürdük view faylına. Yəni bir növ elə bir ki, bir layihənin içərisində həm backend kodu, həm front-end kodu yazırdı. Amma indi dediyim kimi amma onun sən bildiyin məndən baxmadan nə qədər təcrübəsi onu bilsən də hər hansısa bir şey dəyişmək üçün görüntünü, butonu soldan sağa qoymaq üçün ilk olaraq front dəyişməlidir. Sonra gedib backend MVC kodlarının içərisində təzədən yenə front dəyişməlisən, view-nu dəyişməlisən. Rahat olmur. Yəni bir növ hər dəfə kodu dəyişməlisən. Həm backend dəyişməlidir, həm front dəyişməlidir. Amma sən API məsəl üçün API ilə datanı sən sadəcə göndərirsən, da necə göstəriləcəyini düşünmürsən, backend tərəfindən danışıram. Göndərdin lazımi strukturda, front götürdü, başladı o kodları lazımi görünüşdə, strukturda belə deyək, göstərməyə, onu kodlaşdırmağa. İkisinin işi asanlamış olur. Əvvəl məsəl üçün bunu tək bir adam görürdü, webmaster, lap əvvəllərdən söhbət getsə webmaster. İndi hamısı ayrılıb. Bir də ki API-nin nə xeyri var? API-nin MVC-dən xeyri odur ki, API ilə yığılan bir layihəni mobilədə inteqrasiya edə bilirsən. Çünki data gəlir. Data tipi eynidir, JSON. Əsasən JSON olaraq istifadə edilir, bir də XML. Amma ən çox istifadə edilən tip data göndərilmə tipi JSON-dur. O JSON datanı hamısı bütün yəni dillər dəstəkləyir. Bu JSON müəllimlə gələn datanı adı nədir? Desktopda da bir dənə desktop proqramı hazırlada bilirsən. Mobil üstündə proqram hazırlada bilirsən. Android yığa bilirsən, sayt yığa bilirsən. Yəni əlində data olsun, o datanı harda necə istifadə edəcək və özün qərar verirsən. API-nin əsasən. Amma MVC ilə bu şey yoxdur, ancaq web layihə hazırlaya bilirsən. Və yəni MVC-ni dalatan şey də API-dən budur. Yəni API-dən data gəlir sənə. Sən bunu harda istifadə edəcəyi və özün rahat şəkildə qərar verirsən, amma MVC-dən eləmək ancaq webdə olur əgər səhv eləmirəmsə MVC başqa. Məncə də elədir. Ola bilər bəlkə desktopda da var. Mobildə falan bilmirəm. Mobil application falan heç vaxt hazırlamamışam. Mən də bilmirəm. Yəni böyük ehtimal mən bildiyim qədərilə ancaq MVC ancaq web layihələrdə olur. Web applicationlarda. Düzdür müəllim.
Bəs müəllim, indi bu qədər danışırıq. Backend nədir, frontend nədir, bu nədir, o nədir? Bəs bu məsələn kanala baxanlar, bu videoya baxanlar çox güman ki, ya proqramlaşdırma əvvəlcədən bilənlərdir, ya yeni başlayanlar və yaxud da başlamaq istəyənlər. Bu başlamaq istəyənlərə sən bir front-end developer kimi, yəni ümumiyyətlə bir proqramist kimi nə tövsiyə edə bilərsən ki, hardan başlaya bilər? İlk addımı necə ata bilər və yaxud da bu ilk addımı atıbsa, davamını necə gətirə bilər? Sual biraz uzun oldu. Amma belə deyim, mənim düşüncəmə görə proqramlaşdırma sahəsinə girən insanın biraz analitik düşünmə qabiliyyəti biraz yüksək olmalıdır. Nəyə görə? Çünki istəyirsən backend developer ol, istəyirsən frontend developer ol, mobil app developer ol, fərqi yoxdur. Sən bir sistem qurursan. Yəni bu sistemi və təkcə sən istifadə eləməyəcəksən. Digər bütün mövcud olan bütün istifadəçilər, yəni çox istifadəçi istifadə edə bilər bunu da. Və onların qarşılaşa biləcəyi problemləri, qarşılaşmaq istəmədiyin problemləri sən əvvəlcədən aradan qaldırmalısan və elə bir düzgün sistem hazırlamalısan ki, istifadəçi ondan rahat bir şəkildə istifadə edə bilsin, heç bir problem yaranmasın və belə deyim, ilk başda indi kiber hücumları falan hələ ki qırağa qoyuram. Saytından sənin pis məqsədlərlə, yəni lazım olmayan məqsədlərlə istifadə olunması, sən bu öncədən bütün problemləri aradan qaldırmalısan. Bir alqoritm qurmalısan. Bu olanda nə olur, o olanda nə olmalıdır, bu olsa, bu olmasa nə olacaq, o olsa, bu olmasa nə olacaq? Sən bunların əvvəlcədən hamısını düşünməlisən və ona uyğun bir sistem yığmalısan. İlk öncə məncə elə bil cəmaatın başını qatırsan, adamın başı qarışır. Yox, müəllim, indi rahat izah eləyə bilərsən. Necə deyim, məsəl üçün sən çox dərinliklərə getdin. Mən olsam, məsələn, mənim gözüm qorxmuşdu. Bu nə danışıram? Mən vəbşə işləmirəm proqramist, öyrənmirəm. Proqramlaşma əslində belə deyim, başlamaq istəyənlər üçün çətin bir sahə deyil. Çox belə deyim, maraqlı sahədir proqramlaşma. Həqiqətən də yəni adamı özünə çəkən bir sahədir. Amma deyim, belə deyim, sən bir proqramlaşma sahəsində həqiqətən bir mütəxəssis olmağı düşünürsənsə, yəni gələcəkdə təkcə elə belə öyrənim, bu da bir skill kimi qalsın qıraqda, yox da mən bu sahədə işimi davam etdirəcəm deyə düşünürsənsə, biraz disiplinli olmalısan bu ilk öncə. Çünki proqramlaşma bir günə, 10 günə, 1 aya, 5 aya öyrəniləcək sahə deyil. Yəni plusda davam edir bu. Yəni hər dəfə yeni şeylər çıxır. Daim öyrənməlisən. Özünü inkişaf etdirməlisən. Yəni bir növ o həkimlər kimi də gündə bir dərman çıxır, gündə bir xəstəlik çıxır. Hansı ki həkimlər olan mütləq şəkildə bilməlidir. Proqramlaşma sahəsi elədir. Yəni məsəl üçün mən React-ın atıram 15-ci versiyasını bilirəmsə, mənə 5 ildən sonra 15-ci versiya heç bir yerdə lazım olmayacaq. Mən məcburam ki 16, 17, 18, 19 bunları da öyrənim. Məsələn, bir backend developer PHP-ni bilib dayanmamalıdır məncə. Yəni Java-nı da öyrənməlidir. Yəni PHP kömələ bilər. Məsəl üçün mən PHP-ni deyirəm. Yəni texnologiya, innovasiya da yəni inkişaf davam eləyir və sən məcbursan ki, bu belə deyim, inkişafla, innovasiya ilə ayaqlaşasan. Daim öyrənməyə məcburiyyətindəsən. Yəni düzdür, birdən-birə elə bir şey çıxmır ki, sən oturub sıfırdan yeni nəyisə öyrənəsən. Kiçik-kiçik davam edir bu innovasiyalar. Yəni addım-addım gedir. Amma yenə də geri qalmamaq üçün öyrənməlisən. Amma müsbət tərəflərini desək, Azərbaycanı da nəzərə alıb ortalamağı düşünsək, gəlirli sahədir. IT sahəsi gəlirli sahədir. Amma yaxşıdan söhbət getmir. Normal bir dənə şirkət tapıb oradan yəni işə başlasan, yəni yaxşı maaş qazana bilərsən. İnkişaf edə bilərsən. Amma dediyim kimi də bu dəqiqə Azərbaycanda atıram 10 dənə universitet var. Hər universitetin də bir 500 dənə IT tələbəsi çıxsa, bazarda 50.000 tələbə var. 50.000 adam var. IT-ni bilən, mən IT bilirəm deyən 50.000 insan var. 500 dənə də şirkət var. Bu 500 şirkət bu 50.000 hamısını işə götürə bilməz. Sən onlardan nəyinəsə fərqlənməlisən ki, şirkət baxsın ki, hə bunun savadı falan. Düz Azərbaycanda daha çox təcrübəyə baxırlar. Bilikdən çox. Amma dediyim kimi proqramlaşmaya başlamısansa, yaşın azdısa, ilk öncə gəliri düşünməməlisən. Şəxsən mən ilk başlarda hardasa 1 il yarım mən IT sahəsində gəlirsiz işləmişəm. Sırf təcrübə toplamaq məqsədi ilə. Çünki heç bir iş yeri məni işə götürmürdü. Mən məcbur idim hansısa şirkətlərdə gedim könüllü işləyim, qıraqdan layihələr götürüm, pulsuz işləyim. Həm özüm öyrənim, həm də təcrübə toplayım.
Amma ondan sonra Mən yavaş o tərəfdən biraz, yəni bir pillə yaxşı olmuşam. Nə mənada? Mən dediyim kimi o WordPress developer başlayanda ilk öncə təcrübəsi kimi başladım. Aylıqda 150 manat deyəsən verirdilər təcrübəsi olaraq. 3 ay belə işlədim, ondan sonra işə götürdülər. Yəni nisbətən daha yaxşı maaş verməyə başladılar. Yəni dediyim kimi sizin 17, 18, 19 yaşınız varsa və ya da daha az yaşınız varsa, indidən siz IT sahəsində qəşəng pul var deyib IT sahəsinə girsəz, birbaşa motivasiyadan düşə bilərsiniz. Çünki dediyim kimi sizin kimi 100 min dənə tələbə var. Mən bir şirkət olaraq mən hansınızı götürəcəyimə qərar verməliyəm və hamınızı götürə bilmərəm. Və təbii ki, mən sizin aranızdan fərqlənənləri, daha savadlı və daha təcrübəlilərini götürməliyəm. Çünki həm mən şirkətimə qazanc vermək üçün mənə savadlı kadrlar lazımdır. Və siz dediyim kimi ilk başlarda gəliri düşünməməlisiniz. İlk başlarda ilkin olaraq öyrənməlisiniz yaxşı şəkildə. Mütləq şəkildə. İndi universitet düzdür sizə əlifbasını öyrədir, amma mümkün qədər kurslara gedin. Kurslara gedə bilmirsinizsə, onu YouTube-dan, Azad bəyin dəstəyinə də baxa bilərsiniz. Oradan, Udemy-dən falan öyrənin və daha sonra təcrübə proqramlarına gedin. Təcrübə proqramına getməyiniz mən tərəfdən deyirəm, mütləq şəkildə tövsiyə olunur, öz adıma deyirəm. Düzdür. Çünki təcrübəsiz real layihələrlə işləyəsən. Real layihə sənin daha çox məsəl üçün normalda öyrəndə 1x-lə öyrənirsənsə, real layihəylə 2x öyrənirsən. Çünki elə belə özün öyrənəndə deyirsən ki, əş sonra eləyərəm, nə bilim fırladırsan da, amma real layihə işləyəndə məcbur olursan onu öyrənməyə, onu eləməyə, çünki sən bunu tapşırıblar, müəyyən qədər vaxt da qoyublar ki, onu qurtarmalısan, məcbursan öyrənməyə. Ona görə bir tərəfdən bu yaxşıdır, tez öyrənirsən, tez qavrayırsan. Həm də self-study olanda siz YouTube-dan baxırsınız və yaxud da hansısa bir veb saytdan baxıb öyrənirsiniz. Orada hazır kodlardır, siz ona baxıb yazırsınız və yaxud da ki, baxırsınız ona, kompüterə bağlayırsınız, eynisini yazırsınız və s. Heç bir errorla, bug'dan çox qarşılaşmırsınız. Çünki adam YouTube-da yazan senior developerdir, oturur onu səhvsiz yazır, siz də baxırsınız, onun eynisini gözləyirsiniz, error görmürsünüz. Amma real layihədə işləyəndə siz heç yerdən baxa bilmirsiniz. İnternetdən belə deyək, indi var da AI falan var və o vaxt məsələn mənim dövrümdə AI-ya da gələcəyik. Mən öyrənən vaxtda AI yox idi. Biz Stack Overflow-dan errorları tapırdıq. Yəni kodu AI-ya atıb bunu bilsin yaz deyə bilmirdik, yox idi. Özümüz yazırdıq və errorları görürdük, özümüz axtarırdıq o errorları, özümüz tapırdıq səbəbi nədir və nədən yaranıb bu error, necə düzəltmək olar. Özümüz düzəldirdik. Bu da bizə öyrənməyə çox kömək olurdu. Çünki sabah birisi gün Azad əvvəldə dediyi kimi də biz biləndə ki, tutaq ki, bu error nədir? Biz bu errorla əvvəldən qarşılaşmışıq deyə artıq bunu həllini də bilirik. Və bu artıq təcrübə sayılır biz üçün. Çünki biz bunu görmüşük. Artıq bu erroru ya bu səhvi bir daha eləmirik və yaxud da eləyəndə o şey necə həll olacağını bilirik. Ona görə dediyim kimi self-study sözsüz lazımdır, öyrənməlisiniz, amma təcrübə proqramı başqa şeydir. Yəni təcrübə sizə real həyatda qarşılayacaq bütün problemləri orada görürsüz, həll edirsiniz. Həm analitik düşünmə qabiliyyətiniz artır, həm də ki təcrübədə. Əla müəllim. Dəyərli məlumatların üçün təşəkkür edirəm. Bəs müəllim, suallar arasında necə keçim daha belə real olacağını bilmirəm. Şey kimi keçirəm, o yola verib bu digər sual keçən kimi. O video var idi, deyir ki, sizin söz sizdədir, 3 saniyə vaxtınız var. Danışır. Bəzən də onun kimi istərsiniz. Çünki məndə şey yoxdur. Danışıq qabiliyyəti güclü deyil. Özünüz də yəqin videolardan fikir verirsiniz. Yəni bacardığım qədər danışmağa çalışıram. Normalda danışmadan həll etməyə çalışan insanım işlərimi. Ona görə biraz asosiallıq da ola bilər deyə düşünürəm ki, amma o qədər də asosial. Nəysə, indi həyati problemlərimi burada açıb döşməyəcəm. Belə müəllim, sualım nə deyirdin qadan alım? Deyirəm, yəni o problemləri videodan sonra inşallah bir yerdə müzakirə eləyərik. Özümüz müzakirə eləyərik. Özümüz eləyərik.
Müəllim, bax bu qədər məsəl üçün şeylər danışdın. React, C, C++, Angular və s. Sən özün əsasən hal-hazırda hansı texnologiyaları istifadə edirsən və sənə görə ən sərfəlisi hansıdır? Belə deyim, mən front-end developer olduğuma görə digər bildiyim dilləri kənara qoyuram hələlik. Digər bildiyim dillər nədir? Əslində çox şey deyil. C# bilirəm təməl səviyyədə, Python bilirəm. Python artıq orta səviyyədə bilirəm deyə bilərəm. Amma front tərəfdən indi HTML, CSS, JavaScript falan onlar heç bütün front developerlərin bildiyi şeylərdir. Mən React, React Native, Redux Toolkit, TypeScript olsun, React-ın hardasa bir 30-40 dənə library-sini bilirəm, istifadə eləmişəm. Həm CSS-dən SAS olsun, CSS olsun, Bootstrap, Tailwind, Bulma, həm Chakra UI falan, yəni dediyim kimi çoxdur library-lər bildiyim. Daha sonra düzdür təzə başlamışam öyrənməyə. Hardasa 1 ay, yarım 2 ay falan olar. Node.js, Express.js, Maven Stack-da MongoDB falan. Daha sonra yəni təzədən qayıdırsan back-end elə bil. Bir növ belə deyim, müəllim, bəzi layihələrimdə, şəxsi layihələrimdə C#-la yazmaq əl vermirdi, rahat olmurdu. Həm də JavaScript biliklərim, yəni indi azdan çoxdan bilənlər bilir. Özümü tərif etmək məqsədilə demirəm. JavaScript biliklərim biraz yaxşı olduğuna görə, Maven Stack, yəni o Node.js, Express.js mənə daha rahat gəlir C#-dan. Çünki JavaScript üzərindən də olardı. Ona görə onlar daha rahat gəlir. Sonra Next.js bilirəm. Bir də çox təməl səviyyədə React Native. Onda da bundan əvvəl işlədiyim şirkətdə React Native layihələr var idi deyə öyrənməyə çalışırdım. Yəni, Native mobil proqramlaşdırmada, mobil appdə və ona dediyim kimi başladım öyrənməyə. Çox belə qısa bir müddət çəkdi. O işdən çıxdım deyə yarımçıq saxladım ki, lazım deyildi mən hələ ki. Vaxt olduqca onu da öyrənəcəm. Hələ ki amma backend tərəfi gücləndirməyə çalışıram. Düzdür. İnşallah öyrənərsən müəllim. İnşallah müəllim. Bəs müəllim bu qədər şey sadaladın ki, məsəl üçün React Native, React Zad. Bunlar yəni bu frameworklar. Bu framework nədir? Məsəl üçün JavaScript-dəki frameworklar məsəl üçün nə işə yarayır? CSS-dəkilər nə işə yarayır? CSS-də məsəl üçün Bootstrap var, Tailwind var, material nəsə material aid nəsə bir şey var idi. Stroy material nə idi? Material nə idi? Yadımdan çıxdı. Material UI idi, nə idi? Material UI idi mənim. MUI deyirik biz daha çox ona. Hər nəysə, ondan mən frontu çox bilmirəm deyə zad eləmirəm onu, fikirləşmirəm. Mənim framework nədir? Framework belə lore dildə izah eləsəm, bizə hazır bir sklet verən və yaxud da qaydaları bizə təqdim edən, işimizi sürətləndirən bir sistem kimi düşünək. Sanki elə bir ki, bir ev tikirik. Bu frameworkdə bizə hazır karkazı verir, biz sadəcə içini doldururuq. O cür bir sistemdir. Biri var məsəl üçün daşı yonmaq, sonra o yonulmuş daşlarla ev tikmək. Biri var hazır daş, yəni kubikləri verirlər sənə. Sən o kubikləri nə istəsən tikə bilərsən. Bəli. Yəni frameworkun bizə verdiyi əsas üstünlükləri odur ki, həm performansı yaxşıdır frameworklərlə yığılan layihələrin, həm də ki, biz hər şeyi məcbur qalmırıq sıfırdan yığmağa. Framework bizə bir növ təməlini verir, biz sadəcə içini doldururuq. Bir növ elədir. Məsəl üçün ən əsas frameworkun belə deyək də vacib məqamlarından biri nədir səncə? Frameworkun vacib məqamlarından biri dediyim kimi. Mən məsəl üçün bir var ki, front layihəni başlayıram sıfırdan bir yığmağa. Onu dedin, onu bildik. Yəni yanıltmacılı bir sual idi bu. Belə deyək də. Bir anlıq intervyuda. Yəni məqsədini nəzərdə tuturam. Məqsədimiz front-endin məqsədi işimizi sürətləndirmək, performansı artırmaq, hər şeyi sıfırdan yığmaq məcburiyyətinə qalmamaq. Bir də bu ən əsas, mənə görə yəni ən əsas olan şeylərdən biri də budur ki, standart gətirir. Yəni xam core bir
proqramlaşdırma dili ilə yazmaqdansa, məsələn, framework ilə yazanda framework sənə hazır klasslar, metodları verir, hazır helperlər verir və s. Yəni hazır librarylər verir. Sən bunlar üzərində işləyirsən deyə bunu bilən, bu frameworku bilən digər bir proqramist sənin yazdığın koda daha tez adaptasiya olur. Yəni standart gətirir dediyim kimi. Hə. O, yəni cəhətdən çox gözəl bir şeydir framework. Yəni bura nəzərdə tuturdum ki, bəlkə sən deyəsən, gördüm nəsə demədin. Biz çıxmışsın, bilirdim sadəcə yəni nəzərə almadıq deyək. Təvəzzökarlıq göstərdi. Bəli. Yox, mən bilən bir də bu suallar müsahibələrdə, yəni iş görüşmələrində də bu sual gəlir deyə düşünürəm. Elə bir şey eşitmişdim. Framework nədir? Nədir? Bu cavab. Mənə bir-iki dəfə framework nədir? Soruşulub əslində məndə də intervyularda bir-iki dəfə framework nədir? Yəni mən buna indi dediyim cavabları demişəm ki, işimi sürətləndirmək baxımından bir köməklik eləyir. Hazır standart verir sənə, performansı yaxşılaşdırır. Mən ki, hər şeyi sıfırdan yazmaq məcburiyyətinə qalmıram falan ki, falan demişəm. İndi bilmirəm, onu düz nəzərə alıblar, səhv nəzərə alıblar, amma mən yəni belə bildirmişəm fikrimi. Ya çatar, ya batar. Hə. Bir də ki, nümunələr olaraq frameworklərə, məsələn, mən front-end developer olaraq dediyim kimi React-dan istifadə edirəm, amma React-la yanaşı Vue var, Angular var. Məsələn, Next.js-in özünün Nuxt.js bir deyə bir şey framework var. Səhv eləmirəmsə frameworkdur. Yəni frameworklərin əsas belə deyək. Məsələn, React JavaScript frameworkudur. JavaScript-dən əsas fərqlərindən biri, yəni çox fərqi var. İndi saysam burada o React JavaScript müzakirəsi gedəcək. Yəni core fərqlərindən biri də odur ki, React sənə hazır struktur verir. Hazır belə deyək, komponentlər verir. Komponentlərlə işləmə imkanı verir daha doğrusu. Məsələn, JavaScript-də hər dəfə kodun içərisində nə isə bir dəfə dəyişdinsə, yenilik gətirdinsə, hər hansı bir funksiyaya belə deyək, bütün saat yenidən belə deyək, refresh edir. React sənə hazır komponentlərlə işləməyə imkan verir ki, saytı komponentlərə bölürsən və hansı komponenti yenilik edirsənsə, kodu dəyişsənsə, həmin komponent yenilənir. Yəni bütün layihəni yenidən refresh etməyə ehtiyac qalmır və bu da təbii ki, performansı artırır, sürəti artırır falan. React-ın əsas core belə framework özəlliklərindən biri də budur. İndi hər bir framework haricində option kodu dəyişmirsən də, ancaq sənə lazım olan hissəni dəyişirsən və ancaq lazım olan komponenti yeniləyirəm. Bütün kodu, bütün layihəni sıfırdan yeniləməyə, refresh etməyə belə deyə ehtiyac qalmır. Dediyim kimi hər frameworkun da özünə görə bir xüsusi bir özəlliyi var. React-ın core özəlliyi budur. React. İnşallah mən də React-ı da Vue.js-i də öyrənmək istəyirəm, amma uşaqlıqdan gözümə duran bir şey var, JavaScript. Məsələn, qorxmuşam. Uşaqlıqdan elə mənə bir qorxunc bir şey kimi gəlir. Hər dəfə öyrənmək istəyirəm, sonra yarıda buraxıram. JavaScript müəllim. Buyur, mən nəsə deyirdim. Sən nəsə deyirdim. Sən adavalarım denəndə. Mən JavaScript nəyə görə rahat gəlir müəllim? Çünki mən proqramlaşdırmaya belə həvəslə başlamışdım öyrənməyə və o həvəsli vaxtlarımda JavaScript öyrənmə dönəmə düşüb deyə. Mən o həvəslə öyrənmişəm. Belə yəni bir növ onu özümə məcburiyyət bilib öyrənmişəm deyə. JavaScript mənə indi hal-hazırda digər bütün belə deyək, dillərdən daha rahat gəlir. Bildim müəllim. İnşallah mən də JavaScript-i, React, Vue-ni öyrənəcəm, olacam full stack developer. Hələ ki backend-lə davam eləyirəm. Amma müəllim, front-end developer kimi sənə bir kiçik də olsa məsləhət, JavaScript-i yaxşılaşdırmamış, yəni JavaScript-i bir normal vəziyyətə gətirməmiş React-a keçmə. Çünki JavaScript-i yaxşılaşdırmamış React-a keçsən, React-ı da öyrənməyəcəksən. React-da qalacaqsan da JavaScript-in gününə. Ona görə məsləhət verirəm ki, JavaScript-i möhkəmləndir, sonra React-a keç. Düzdür müəllim, çox sağ ol. Buyur müəllim, uğurlar sənə. Müəllim, belə deyək, bu boyda şey danışırıq ki, bax, React nədir, o nədir, bu nədir, proqramlaşdırma belə gəldi, elə getdi. İndi gələk əsas məsələ. Yəni bunu eləyiriksə, bir də əsas motivasiya yox, amma yenə də bizə lazım olan şey nədir? Pul. Sən bunları məsələn bilirsən də, təzə başladığın vaxt və yaxud ilk girdiyin vaxtda ümumiyyətlə bu sahədə ilk qazandığın pulu necə qazanmısan? Hardan qazanmısan? Niyə qazanmısan?
Müəllim, dediyim kimi mən universitet vaxtlarında tanış olmuşam bu IT sahəsi ilə və bizdə o vaxt universitetdə xarici tələbələrlə məşğul olan bir dekanlıq var idi. Hansı ki, o dekanlıq ancaq xarici tələbələrin sənəd qəbulu olsun falan filan belə işlərlə məşğul idi. Mən də o vaxt xarici universitetdən xaricə getmək üçün o dekanlığa çox tez-tez gedib gəldim. Orada bir Rauf bəy var idi. O həm orada işləyirdi, həm də özünün bir şəxsi layihələri olurdu falan. Tikinti sahəsində falan bir-iki dənə layihəsi var idi və bu adamın saytı yox idi. Mən bura gedib gələndən sonra bu məndən soruşmuşdu, hansı ixtisasda falan oxuyursan falan belə. Və mənim front-end developerliyi öyrəndiyimi bilirdi. Və bu mənə dedi ki, mənim də bir backend tanışım var. Bəs onunla birləşib mənim şirkətimin saytını hazırlayım da, satış saytı. O drel falan satırdı, nə bilim, drel idi, belə də usta alətləri də belə deyə onları satırdı. Mənim ilk yığdığım sayt o olub. İndi yadımdan çıxıb domeni falan. Hardasa mən 2-ci kursda falan oxurdum o yığanda, 4-5 il əvvəl olar. İlk yığdığım sayt o. Və ilklər unudulmur. Yox müəllim, mən unutmuşam həqiqətən. İşlərim çox olub deyə həqiqətən unutmuşam. İlk yığdığım sayt olub. Onda heç bir framework falan istifadə olunmamışdı. HTML, CSS, hətta səhv eləmirəmsə Bootstrap idi. Düz indi Bootstrapı çox sevmirəm, amma Rəvan Bootstrapı heç xoşlamır. Bootstrapla yığılan saytların hamısı bir-birinə oxşuyur çünki eyni saytlardır elə bil. İlk yığdığım sayt olub. Oradan da 300 manat pul almışdım müəllim. Yəni xatırlayıram, onu xatırlayıram pulu. İlk şeyim olub. İlk qazandığım pul olub. Cavan üçün yaxşıdır. Yaxşıdır deyəndə, yəni ilk addım üçün yaxşıdır. 300 manat ondan sonra ilk maaşım alana qədər heç bir şey pul almamışam. Yəni heç bir layihələrim işləmişəm. Freelance layihələr işləmişəm. Bəzi şirkətlər üçün daxili sistemlərin falan yığmışam. O da dediyim kimi ancaq təcrübə məqsədli. Çünki o şirkətlər mən şirkətlərə CV atanda təcrübəm yox idi deyə heç bir işə götürmürdü. Mən məcbur idim hansısa bir şirkətlər üçün işi təcrübə məqsədi ilə pulsuz görüm. İlk iş yerimə girənə qədər o 300 manatdan başqa heç bir pul almamışam. Daha sonra da artıq maaş almışam da. Mənim amma ilk dediyim kimi bu sahədən qazandığım pulu elə təcrübəçi işlədiyim müddətlərdə almışam. Orada 150 manat bayaq demişdim. Yəni mən belə qazanmışam bunu. Məndə biraz daha yaxşı olub. Aylıq olaraq qazanmışam bunu. Belə də davam edib kölə kimi işləyirik. Amma bir şey var ki, bu sənəti sevirəm. Bezsəm də, adı nədir, fikirləşsən ki, karyerdə daş atım, heç nə fikirləşməyim. Amma görürsən o deyil də, bu sənət cəlb eləyir şəxsən mən xoşlayıram. Çünki burada nəsə öyrənirəm, öyrədə də bilirəm. Öyrəndiyimi öyrədə də bilirəm. Yəni həmçində dediyim kimi uşaqlıq xəyalım olub mənim belə deyək də proqramist olmaq, kompüterlə işləmək qısa və net. Yəni bu sahə həqiqətən mənə həm müsbət tərəfi çoxdur, həm də ki mənim sevdiyim bir sahədir. Düşünürəm ki, Rəvan müəllimin də düşüncələri hərdən səninlə eyni düşünürəm. Mən də düzdür, hərdən şey olur. Yəni bir günün içərisində o qədər belə bug, errorla qarşılaşırsan ki, düzəldə bilmirsən. Bir tərəfdən rəhbərlik sənə belə deyir ki, hazır olsun, sabah birisi günə hazır olsun. Sən eləyirsən, çatdırmırsan, error bir tərəfdən. Anam server çökür, backenddən data gəlmir, o yan bu yan. Hərdən bezirsən və düşünürsən ki, oyda, yəni mən bu sahəyə niyə girdim də? Həqiqətən bir yerdə müəyyən bir vaxtlarda sənə qəliz gəlir. Amma sevdiyim sahədir deyə o belə deyim, o qəlizliklərinə, çətinliklərinə qatlanıram. Ümid edirəm ki, heç bu sahədən çıxmaram. İnşallah da işlərimiz davamlı olar. Bir gün elə olar inşallah öz şirkətimizi qurarıq. Bizim müdürümüz, biz özümüz müdür olarıq. İnşallah, inşallah Allah qismət eləsin. İnşallah. Amma bir şey var da, bu vaxta kimi də yenə biz şirkətdə işləmişik və hal-hazırda işləyirik. İndi sənə bir sual. Bu işlədiyin şirkətlər haqqında məlumat verə bilərsən? Yəni rutin olaraq nə işlər görürsüz? Normal bir IT şirkətində nə işlər görülür? Yəni günlük olaraq.
Mənim Və ilk üzr istəyirəm, bir dənə sualımın davamında var, davamı da gətirim. Bağışla, sözünü kəsdim. Ya Allah Eee, bağışlasın. çox sağ ol müəllim. Bu şirkətlər sənə nə qatıblar? Bu işlədiyin şirkətlər yəni. Və belə deyim, mənim ilk işlədiyim şirkət, yəni işlədiyim deməyim, təcrübədə olduğum şirkət IT şirkəti deyildi. Sadəcə bu gözəllik salonlarına lazer cihazlarının satışı ilə məşğul olan bir şirkət idi. Mən orada Bəli, təcrübə bilirəm, yaxşı toplama bilirəm onu. mən orada təcrübə toplama məqsədilə işləyirdim və orada bir rutin yox idi. Mən hər gün gedirdim işə, kompüterimi açırdım, layihəmi işləyirdim, iş bitənə qədər. İş bitəndə də çıxıb evə gedirdim. Heç kimə report vermirdim ki, nə işləmişəm, nə qədər qalıb falan. Sadəcə dediyim tutaq ki, bu 2 ay bitəcək və 2 ay müddətində mən ancaq 2 ay, 3 ay müddətində mən ancaq işə getdim, kompüter maşınımı qoydum qabağıma, işlədim, çıxdım gəldim evə. Yəni bir rutinim olmayıb orada. Daha sonra oradan gəldiyim iş yeri Unitech Development olub. Orada artıq Azad bəylə bir yerdə işləmişik. Azad Bəli. bəylə tanışlığımız orada olub. Unitech Rəsmiyyətə Development-də qoy da qırağa. yaxşı, yaxşı müəllim, yaxşı. Unitech Development-də bizim rutin nətər idi? Səhər gedirdik işə. Azad back-endi yazırdı, mən frontu yazırdım. Səhər bir dənə hər layihədən əvvəldən belə deyək də müzakirə edirdik ki, bu layihə nətər yığılacaq, necə yığılacaq, back-endi nətər olacaq, frontu nətər olacaq. Onu danışırdıq. Daha sonra layihəyə başlayırdıq. Hər gün göndəriyə gəlirdi rutin. Azad neyniyib, nətər eləyib, nəyi yazıb bu gün, dünən nəyi yazıb, bu gün nə yazacaq, bir-birimizə report kimi belə. Daha sonra belə düzün yan-yana oturduq deyə gündəlik qarşılaşdığımız problemləri daha mail üzərindən bir-birimizə göndər falan olmurdu. Belə boylanıb bir-birimizə deyirdik. Sifətimizə deyirdik. Üzümüzə də. Birimizin səhvlərini bir-birimizin üzünə deyirdik. Günü yola verirdik birtəhər. Daha sonra mən o şirkətdən çıxdım və Andersen Laba keçdim. Andersen Lab'da bütün proses Jira üzərindən davam eləyirdi. Jira üzərindən gedirdi. Yəni gündəlik hər gün bizim Agile Scrum idi də. Hər gün bizim daily meetinglərimiz olurdu. Orada daily meetingdə nə etmişik, nə ağarmışıq, bu gün nə edəcəyik falan deyirdik. Və gündəlik işlədiyimiz o 8 saatı sistemdə loqlayırdıq ki, mən 8 saat ərzində 1 saat tutaq ki, falan iş görmüşəm, 2 saat falan iş görmüşəm falan. Və 2 aydan bir də sprintlər olurdu. Sprint review, sprint falan belə. Daha sonra oradan çıxdım və hal-hazırda işlədiyim şirkətdə belə deyək, orada da şey yox idi. Yəni Jira falan yoxdur hal-hazırda işlədiyim şirkətdə. Sadəcə gedirik, otururuq, layihə verilir bizə. Layihəyə göndəririk, işləyirik və rəhbərliyə göstəririk belə deyə layihə. Yəni belə report kimi bildirmirik. Rəhbərlik gəlir. Hər gün də olmasa həftədə bir dəfə olsun falan. Gəlir və layihənin hal-hazırda cari statusu nədir, nəyi düzəltməliyik, nəyi nətər eləyəcəyik falan. Onu göstəririk və layihəni işləməyə davam edirik. Nə qatdı desək, təcrübə, aşırı dərəcədə təcrübə qatdı. Yəni ilk işlədiyim yerə gedəndə Azad, yəni belə şeyə qoysaq, o estetika qoysaq qırağa, Unitech Development-ə gələndə mənim belə deyək, güclü, çox da belə aşırı React biliklərim yox idi. Var idi, amma dediyim kimi də təcrübəsiz biri üçün basic səviyyədə idi. Orada biraz təcrübə topladım, biraz qırğın da var. Next.js, ilk Next.js təcrübəm orada olub. Daha sonra bu Andersen Lab'da React biliklərim belə deyək, əməlli başlı inkişaf elədi. Çünki orada biz 2 gündən bir, 3 gündən bir React topikləri üzərində imtahan verirdik. Mən daim işləyə həm də oxuyurdum, React öyrənirdim. Və məni qabağa atan əsas şeylərdən biri, şirkətlərdən biri Unitech oldu. Çünki Unitech-ə gələndə tam təcrübəsiz idim. Unitech-dən çıxanda bir middle Səni səviyyədə yetişdirdi elə bil. Unitech-dən çıxanda artıq middle səviyyədə işləyə biləcək səviyyəyə gəlib çatmışdım. Biraz da Andersen React biliklərimi gücləndirdi və hal-hazırda işlədiyim şirkətdə artıq middle front-end developer işləyirəm. Yəni belə. Üzü seniora tərəf gedirsən. Qismət olsa senior olacağıq müəllim. İnşallah. Müəllim, biz
bayaq qeyd elədik ki, mənim iş yerim 60 kilometr uzaqdadır, səninki 34 kilometr uzaqdadır. İndi təkcə bizim sahə elədir ki, ancaq ofisə gedib gəlmək məcburiyyətində deyilsən də. Yəni elə şirkətlər var ki, remot işləyə bilirsən, yəni uzaqdan. Və elə də var ki, heç bir şirkətə asılı olmursan, freelance işləyirsən. Bunlar belə deyək də, sənin nəzərində belə deyək, remote, freelance və offline, yəni ofisdən işləmək nədir? Heç remote işləmisənmi, freelance işləmisənmi? Yəni bu sualları vermək istəyirəm sənə. Bundan əvvəl işlədiyim o şirkət, yəni Anderson Lab'da bizim iş remote idi demək olar. Çünki bizə ofisə gəlmək məcburiyyət deyildi. Biz evdən də işləyə bilirdik. Hətta xatırlayırsansə mən bir neçə dəfə gəlib o Unitech-də ofisdən işləmişdim Anderson'da işlədiyim müddətdə. Çünki bizə işə gəlmək məcbur deyildi. Remote işləmişəm. Belə bir növ remote işləmişəm deyə bilərəm. Freelance işləmişəm. İşə girəndən sonra, yəni rəsmi iş yerim olandan sonra çox az bir layihəm olub, freelance layihəm. 5-10 dənə ya olar, ya olmaz. Amma işləməmişdən əvvəl, yəni dediyim kimi təcrübə toplamaq üçün aşırı dərəcə freelance işlər görmüşəm və heç birindən dediyim kimi 300 manatdan başqa heç birindən pul almamışam, amma təcrübə toplamaq məqsədilə aşırı freelance işlər görmüşəm. Belə deyim, indi də ofisdə işləyirəm. Mən üçünü də görmüş bir insan kimi deyə bilərəm ki, remote işləmək aralarında mənə görə ən qəlizidir. Nəyə görə? Çünki remote işdə sən evdə olursan, rahat olursan. Ofis elədir ki, bir növ fokuslanmalısan işə, məcbursan işləməyə falan. Remote-da oturmusan evdə, çay yanında, kuxna yanında, divan görürsən, deyirsən, yedim 5 dəqiqə divanda oturum falan. Short geyinmisən, işləyirsən. Rahat olursan. O bir növ mənim disiplin az olan insanlarda, belə deyək də, iradəsi çox güclü olmayan insanlarda biraz çətin olur işləmək. Çünki 8 saat işləməlisənsə, sən bütün gün evdəsənsə, 8 saatını işə ayırmırsan evdə olduğun müddətdə. Düzdür. Fırlatmaq istəyirsən. İstər-istəməz. Məsələn, mən ilk başda remote işləyəndə, ilk olaraq remote Anderson'da işləmişəm də. İlk başlarda idim, bütün gün oturdum kompüterin qabağında işləyirdim, eləyirdim. Demək olar 8 saat durmurdum. İndi arada olur insansan durursan, amma demək olar ki 8 saat işləyirdim. Və sonradan bir də görürsən ki, evdə olanda da dururdum, gedirdim, mən məsələn baxırdım zalda televizora baxırlar, gəlib oturub 5 dəqiqə mən də baxırdım. Mən nə bilim oturdum kuxnada çay içirdim 10 dəqiqə falan filan. İstər-istəməz adamın fikri yəni də disiplin olmayanda fokusun tam işdə olmur. Ona görə əgər siz də mənə kimisə fikri tez yayılan insansızsa, fikri tez yayılan developersə, fokuslana bilmirsə bir şeyə, çətinlik çəkirsə, remote işləməyin. Çünki işdən qovulmaq kimi bir qorxusu var, çatdırmasa işləri. Ofisə gedin, ofisə getmək azından adamda bir disiplin yaradır. Hər gün səhər eyni vaxtda durursan, gedirsən, gəlirsən, istər-istəməz adamda bir məcburiyyət olaraq disiplin yaradır. Freelance-da ki, freelance istədiyin vaxt hər yerdən işləyə bilərsən. İstəyirsən ofisdə işlə, istəyirsən remote işlə. Kənardan bir layihə götürüb freelance evdə boş vaxtlarında oturub işlərəm, avtobusda işlərəm, metroda işlərəm. Harda ürəyin istəyir freelance işləyə bilərsən deyə freelance aralanda ən rahatıdır mənə görə. Mənə görə də ən çətini remote. Dediyim kimi, mən tiplə insansız remote işləməyin. Disiplinimiz. Yəni belə deyək də, bunların hərəsinin öz üstünlükləri və zəif cəhətləri var. Mən də belə deyək, həm remote işləmişəm. Hal-hazırda da onlayn deyirəm, yəni offline, yəni ofisdən işləyirəm. Freelance işlərim də olub. Yəni neçə dənə freelance layihələrdə iştirak eləmişəm. Belə deyək, mənim ən birinci xoşuma gələn remote olub. Ondan sonra bezmişəm remote-dan. Çünki mən indi ailəliyəm də. Gəlirdim, iş yerim də evimdir, yaşadığım yer də evimdir. Gəlirdim, məsəl üçün stolda otururdum. Ya Allah, Azad bir dənə bunu elə. Evdəkilərə istər-istəməz izah eləmək olmur ki, yəni mən evdə olsam belə işdəyəm də, hal-hazırda iş görürəm. Elə bil o disiplin ya hələ Azərbaycanda oturmayıb deyə düşünürəm. Yəni hər dəfə məsəl üçün gəlirdim 5 dəfə oturmağa çalışıb işimi görmək istəyirdim, çağırırdılar. 1 il, 2 il, harca 2 ilə yaxın mən remote işləmişəm, bezdim.
Ondan sonra dedim gedirəm ofisdən Yox. işləməyə. İndi nisbətən daha xoşbəxtəm. Çünki artıq işimə qarışan yoxdur. Rahat şəkildə işləyə bilirəm. Remote da necə başlamışam? İşlədiyim şirkətdə WordPress developer olaraq işlədiyim şirkətdə birinci olaraq ki ofisdən işləyirdim. Sonra korona vaxtı oldu. Yəni korona var idi. Sadəcə gediş-gəliş icazəsi var idi. Yəni SMS söhbəti yox idi hələm o vaxt. Sonradan SMS söhbəti çıxdı. Məcbur bir çox şirkətlər keçdi remote sistemə. Mənim işlədiyim şirkət də buna daxildir. Keçdi, biz evdən işlədik, sonra təzədən açıldı. Fikir verdim ki, yəni işimi ofisdən də eyni səviyyədə görürəm, evdən də eyni səviyyədə görürəm, hətta daha yaxşı səviyyədə. Nə üçün? Çünki yenə də 60-70 kilometr mənim məsafə qət eləməli idim işə getmək üçün və istər-istəməz insan yorulur. İnsanı yol yorurdu, yəni sözün əsl mənasında. Dedim ki, yəni evdən işləyim. Performansı da görmüsüz, eyni işi eyni qaydada, hətta daha yaxşı variantla, daha yaxşı səviyyədə görürəm. Yəni müdiriyyət də baxdı ki, həqiqətən belədir. Yəni disiplin yanımda var idi. Yəni fırlatmırdım. Görüləsi işi görürdüm, qurtarırdım. Ondan sonra nəsə bir görməli olduğum bir başqa bir şey varsa ona yönəlirdim. İcazə verdilər, sağ olsunlar, belə başladım işləməyə. İşlədim, ondan sonra getdim yenidən ofisə, sonra yenidən qayıtdım belə işlədim, remote ailə qurdum. Onda da remote işləyirdim. Bir 2 ilə yaxında yenə remote işlədim. 1 il, 2 il harcı təqribi. Ondan sonra təzədən getdim ofisdən işləməyə. Bir şey də var. Remote işlədikcən, yəni mənfi cəhəti, asosiallaşırsan biraz. Çünki cəmiyyət içindən çox çıxmırsan. Və bu da səni asosial yaradır. O asosial olaraq səni belə deyək, söz tapamadım. Asosiallaşdırır, belə deyək. Gərək məsəl üçün harasa gedəsən, hər hansı bir kafeyə, nəsə bir şeyə ki, orada başlayıb işləyəsən ki, biraz olsa asosiallığın qarşısını alasan. Mənim özüm də default olaraq asosial bir tipəm. Ona görə də bu asosiallığın qarşısını almaq və evdə işi rahat görənməməyim səbəbindən getdim ofisdə işləməyə. İndi Allaha şükür asosiallıq səviyyəm yarıya düşüb. İşlərimi rahat şəkildə görürəm. Freelance da Rəvanın da qeyd etdiyi kimi, yəni eyni qaydada istədiyin vaxt, yəni digər işləri fırlatmadan belə deyək, görə bilərsən. Çünki onlara da ziyan verə bilər. Yəni hal-hazırda işlədiyin şirkətin işi varsa, sən freelansı o vaxtı görənməlisən. Məsələn, o işin qutarandan sonra, nə bilim, Alta bazar Avqusta vaxtlarında, yəni həmin işdən savayı digər vaxtlarda və bir də işlədiyin şirkətin işi olmayanda, boşluq olanda görə bilərsən. Yəni etik cəhətdən deyirəm. Offline-dakı normal dədə-babadan bildiyimiz kimi gedirsən işə, gəlirsən evə. Belə. Mənim də bu dəyərli məlumatlarım bu qədər idi. Sən nəsə əlavə bir şey qatmaq istəyirsən? Gəlirləri barədə demək istəyirəm. Müəllim, offline Azərbaycanda yəni əmək haqqı ortalamadır, remote-dan biraz azdır. Remote işlərdə, yəni Azərbaycan şirkəti ilə remote işləyirsənsə, heç xarici şirkətlərlə remote işləyəndə gəlirin daha çox olur. Çünki xarici şirkətlər əmək haqqısı bu IT sahəsində müqayisə etsək Azərbaycandankına nisbətən deməyim kifayət qədər yüksəkdir. Əgər remote xarici şirkətlə remote işləyirsinizsə, gəliriniz daha yüksək olacaq. Amma dediyim kimi, o remote işin mənfi tərəflərindən biri odur ki, asosial olursunuz, Azad düz deyir. Yəni bütün günü evdə, çörə bayıra çıxma, 8 saat evdə otur işlə, ondan sonra da yorğun yıxıl yat falan. Çörə bayırınızı görmürsüz, ona görə biraz qəlizdir. Həm də ki, bir tərəfdən yaxşı da yol pulu vermirsiniz falan. Amma disiplin aşırı dərəcədə disiplinli olmalısınız remote işləmək üçün. Remote işləmək, yəni məsələn Azad, indi mən Azadı tanıyan bir insan kimi deyirəm də, Azad həqiqətən işinə fokuslananda belə disiplini itirməyən insandır. Amma mən elə bir tip deyiləm. Mənim fikrim çox tez yayınır. Məsələn, mən remote iş heç mən nə deyirəm. Yəni mən evdə bir dəfə məni çağırsalar ki, hə Rəvan durub çıxıb gedəcəm, iş qalacaq yarımçıq. Mən gəlib eləyərəm, o 1 saatdan sonra eləyərəm falan. Bu da
indi düzdür mənim başıma gəlməyib, amma sizin işdən qovulmağınıza gətirib çıxarda bilər. Remotun bir mənfi cəhəti budur. Düzdür müəllim. Amma maaş cəhətdən mən sənə qatılmıram. Nəyə görə? Mənim başıma gəlib. Mən normalda tutaq ki, yəni default bir prosta papdı bir rəqəm deyəcəm. Tutaq ki, 1000 manat alırdımsa ofisdən işləyəndə, evdən işləyəndə deyirdi ki, məsəl üçün evdən işləyirsən də 500 manat veririk. Tutaq ki, belə bir söhbətlər gedir. Məndə elə bir remotda daha az pul aldığım məqamlar olub. Dediyim kimi mən Azərbaycan şirkətləri ilə müqayisə edirəm. Mən bizə Almaniyada sən gedib offline işləməkdənsə, otur evdən remote işlə. Zaten eyni maaş verirlər sənə yəni. Ona görə onun özünü dəyərləndirməlisən, işləmək istəyirsən, remote istəyirsən O falan düzdür filan. müəllim. Bax, indi işləyirik də biz çoxlu. Yoruluruq, kod yazırıq, beyin işlədirik də. Fizikdən çox daha çox zehni yorğunluq olur bizdə. Və elə vaxt olur bezirik. Biz məsəl üçün sən bu bezəndə, bu bezmək vaxtı, tükənmişlik vaxtı nə edirsən, nə ilə başını qarışdırırsan ki, təzədən enerji toplayırsan, zaryadka yığırsan. Müəllim, mən düzün belə şəxsi layihələrimə çox vaxt ayıran bir insan deyiləm. Yəni çox nadir hallarda hər hansı bir şəxsi layihə işləyirəm falan. Əsasən işin işlərini görürəm də, belə deyək. İşin işlərindən bezirəm. Çünki bəzən elə olur ki, bir layihə çox uzun çəkir və adamı sıxır da. İşin işlərindən bezəndə keçirəm şəxsi layihələrə işləməyə. Yəni yeni bir ideya fikirləşirəm. Yəni insanların məsələn nəyə ehtiyacı var? Məsəl üçün nə bilim konfet satan bir sayt yoxdur. Oturub konfet satan bir sayt yığıram, e-commerce bir layihə yığıram. Həm öz təcrübəmi artırmaq üçün, həm məsələn yeni bildiyim şeylər olur React-da, yeni kitabxana olsun, yeni bir funksiya olsun, yeni özəllik olsun. Həm onları təcrübə eləyim, orada praktiki şəkildə istifadə eləyim. O məqsədlə həm işdən bezirəm, həm də boş vaxtımda onu eləyirəm. Yəni mən belə deyim, işindən bezəndə şəxsi layihələrimə daha çox vaxt ayırıram. IT sahəsindən kənarda belə deyək, IT-dən bezəndə IT sahəsindən kənarda bir iş görmürəm. Yenə də qayıdırsan eyni yerə. Mən məsəl üçün istəyərdim ki, deyim bezəndə çıxıb gəzirəm, nə bilim hava alıram, oturam, düşünürəm, yox. Çıxıram balkona, nə siqaret çəkirəm, heç kəs tövsiyə eləmirəm. Yəni beyin dolur, məsəl üçün. Məndə elədir də, siqaret elə bir psixoloji bir şey olub. Yəni çıxıb siqareti çəkməsəm elə bil özümə gələnmirəm. Heç kəsə də tövsiyə eləmirəm, düzgün bir şey də deyil, amma məndəki bu şey bu vəziyyətdən çıxma metodu belədir. Və şey olanda gördüm yenə də alınmır, siqaret kömək eləmir. Dost tanışla danışıram, nə bilim, gələm görüşürəm, oturam bir stəkan çay içirəm. Və s. və ilaxır. Əsasən normal belə normal Azərbaycanlı qaqaş kimi vəziyyətdən çıxıram. Ona görə mən işdən çıxıb iş görmürəm. Daha da işdən qaçıram biraz. Sonradan amma gəlib həmin o işi xətm eləyirəm, belə deyək. Amma belə deyim də mən həftə içi heç bir yadıma gəlmir axırıncı həftə içi nə vaxt dostlarımla gəzməyə falan çıxmışam, görüşmüşəm falan. Həftə içi konkret, yəni həftənin 5 gününü konkret mən IT-yə ayırmışam. Yəni boş vaxtlarımda falan da həftə içi boş belə olsam mən IT-dən başqa bir iş görmürəm, dostlarımla falan çölə bayıra çıxmıram. Çünki bir növ neçə ildir məndə elədir. Bir növ mən fokuslanmışam ki, mənim disiplinim itəcək, belə deyim. Fikrim yayınacaq mən həftə içi bu IT-dən uzaqlaşıb şeyə getsəm, dostlarımla görüşməyə falan. Ona görə həftə içi mən bezəndə koddan yenə də kod yazıram. Bir növ layihəni dəyişirəm. Amma həftə sonları qəti şəkildə xatırlamıram nə vaxt ki mən həftə sonu kod yazmışam. Qəti şəkildə həftə sonları koda vaxt ayırmıram, ancaq əyləncəmə. Mənim neçə ildir həyat prinsipim belədir. 5 gün işlə, 2 gün istirahət. 5 günlük həyatda onu da kodla. Müəllim, harca ChatGPT 2019-dan deyəsən istifadə edir.
Bizdəki artıq bir neçə ildir başlamışıq layihələrimizdə istifadə eləməyə. Yəni süni intellektdən istifadə eləyirik artıq layihələrimizdə. Bu danılmaz bir şeydir də. Kim deyirsə ki, süni intellektdən istifadə eləmirəm, məncə ya o ultra senior səviyyəsindədir, ya da ki atış gəlir. Yalan deyir. Mən də istifadə eləyirəm lazım olanda layihələrimdə. Süni intellektdən rəvanda istifadə eləyir. Amma harda istifadə eləyirsən məsəl üçün sən əsasən hansı hissələrdə sənin işində ehtiyac duyursan? Mən əvvəllər ChatGPT olmayanda bütün bug fixingi, debugging prosesini manual olaraq eləyirdim. Yəni özüm axtarırdım ki, kod hardadır, niyə görə xəta verib, Google-da axtarırdım. Niyə görə xəta verib, necə düzəldə bilərəm. Bir yerdən sonra müəllim, bu süni intellekt çıxandan sonra mən fikirləşdim ki, mən axtarmağım biraz vaxt ikisidə xəta eləmişəm. ChatGPT-yə atım bunu necə həll etmək olar? ChatGPT-yə atırdım, ChatGPT deyirdi və kodu kopyalayırdım ChatGPT-dən atırdım ora. Bir yerdən sonra gördüm ki, bəlkə də mən düzgün istifadə eləmirəm və yaxud da həqiqətən elədir səviyyəsi. Düzgün debugging, düzgün bug fixing eləmir. Yəni ən azından mənim qarşılaşdığım кейslərdə elə olub. Məsələn atırdım front bir koddur da, deyək React bir koddur, içərisində Tailwind var, tutaq ki. Atırdım kodu ChatGPT-yə ki, bəs bunda falan error verir də. İlk mənə ChatGPT təzədən yazırdı kodu. O kodu atırdım, təzə kopyalayıb təzədən kodun sətağına baxırdım, bug yoxdur, error yoxdur. Amma konkret mənim yığdığım UI-dən əsər əlamət yoxdur. Görüntü, bütün UI dəyişib ChatGPT. Bütün yəni belə görüntünü dəyişib, funksionallıq itib falan. Yəni bug erroru düzəldirdi, amma kodu çox dəyişirdi. Yəni error belə verməsə, UI belə eyni qalsa, mənim orada istifadə etdiyim belə deyək də, funksiyalar falan var idi. Onları silirdi, başqasını yazırdı falan. Bu da onda düzgün prompt vermirdin də, hə? Yəni yəqin ki, böyük ehtimal mənim düzgün istifadə eləməməyimdəndir, amma elə olurdu. Və son vaxtlarda nəyə istifadə edirəm ChatGPT-ni ancaq? Yəni bir layihə fikri ideyası almağa ChatGPT-yə yazıram ki, bəs o tərəfdən qəşəngdir. Adam dost kimi, yəni oturub səninlə məsləhətləşir. Hə, nə layihəsi yığa bilərəm? Bir də daha çox harda istifadə edirəm? Məsəl üçün mən front-end olaraq 90% кейslərdə backend-dən daha tez bitirirəm layihəni. Nə barədə? Backend API-yi bitirənə qədər mənim artıq UI tərəfim hazır olur. Və elə olur ki, mən orada rəhbərliyə deyək, layihəni göstərmək üçün fake datalardan istifadə etmək məcburiyyətinə qalıram. Yəni kodun içərisinə fake datalar qoyuram ki, hələlik onları görsənsin, statik belə deyək mətndə. Və mənim belə deyək, bir növ səbrim çatmır, oturub bir-bir hər dəfə bir dənə random static user yarat, hər bir user'a static bir data ver falan filan. Bütün belə deyək, table-a əllə yazmağa səbrim çatmır. Bütün layihəni VS Code-un AI extensionları var. Çox vaxt onlardan istifadə edirəm, Copilot falan. Yazıram ona ki, bu layihənin içərisinə, yəni bu falan table-lar olacaq. Onlara bəs falan da filtrlər olacaq. Onlara fake datalar verir. Hər table-a məsələn atıram 10 dənə data qoy ki, mən bu API yoxdur hələ göstərəndə vizual olaraq. Mən ancaq son vaxtlarda ancaq AI-yə bunun üçün istifadə edirəm. Bir də UI üçün qəti şəkildə istifadə edirəm. Çünki istifadə etdiyim bir neçə AI-ın yığdığı o UI-yi görmüşəm, çox bərbaddır da, yəni konkret funksionallığı yenə hardasa eləyə bilir. İndi backend developer olaraq bilmirəm nə kimi kömək edib sənə. Məsələn backend bilmirəm. Front tərəfdən məsələn məni geriyə salır, nəinki qabağa atmaq. Ona görə də ancaq dediyim kimi statik şeylər üçün, datalar üçün falan ya kiçik bug fixing üçün falan AI-dən istifadə edirəm. Qalan amma o şeyim itməsin deyə, o biliklərim itməsin deyə özüm yazıram kodu. O düz edirsən. Belə deyək, işləri asanlaşdırmasına, tezləşdirməsinə istifadə eləyirsən. Məndə məsəl üçün elə vaxt olub, özün də görmüsən, məsəl üçün bir şey hazırlayıram, beyində qurmuşam, amma elə vaxt olur ki, kodla onu necə yazacağımı bilmirəm. Otururam, o beyində qurduğum şeyi tam şəkildə süni intellektə başa salıram, prompt yazıram ki, belə olacaq, bu olanda, bu olacaq, o olanda, bu olacaq. Vəbşinə tort olsun, Ford olsun, hamısını qeyd eləyirəm. Göndərirəm, mən məsəl üçün o kodun necə yazılma prinsipini zaten verir.
Və onun üzərindən də gah məsəl üçün onun verdiyi kodu götürürəm, gah məsəl üçün onun verdiyi kodu götürürəm, amma görürəm ki, tam istədiyim kimi verməyib, bəzən elə olur, özüm modifikasiya eləyirəm. Yəni əsasən belə şeylərdən istifadə edirəm iş cəhətdən. Nəsə də bir şey olanda dediyim kimi də elə bir dost kimi yanaşır. Düzdür, hər bir şeyi də oturub bütün datanı süni intellektə verməli deyilsən, amma bir şey elə soruşa bilərsən də düzgün cəhətdən. Məsəl üçün götürək elə mikrofondan. Mən bu mikrofon 4-5 dənə mikrofon deyirəm ki, bu mikrofonlardan hansı yaxşıdır? Hər bir şeyini irili xırdalı bütün problemlərini, xüsusiyyətlərini sənə izah eləyir. Sən özün fikir sahibi olursan bu cəhətdən. Yəni normal həyatda da belə şeylər üçün, məsəl üçün müzakirə xarakterli istifadə eləyirəm mən. Bir növ belə deyək də, biz işimizi AI-yə gördürmürük. Sadəcə işimizi sürətləndirmək məqsədilə AI-dən istifadə edirik. Düzdür. Bir də o işimizi həqiqətən yəni sürətləşdirir. Normalda 1 saata görəcəyimiz şeyi, məsəl üçün data deyirsən, bir-bir götürüb əllə yazmaq və yaxud da ki, tutaq ki, JSON olan datanı XML-ə çevirmək. Onu bir-bir əllə eləməkdənsə deyirsən ki, mənim üçün bu JSON-u XML-ə çevirəcək bir data yaz, bir kod yaz. O yazır, sadəcə o kodları götürüb atırsan həmin o proqrama, belə deyək, o proqram sənin üçün dəyişir. Yəni 1 saatlıq iş eləyirsən 10 dəqiqə. Anladım. Əslində belə deyim, düzgün istifadə edəndə AI-yə həqiqətən ehtiyac olur AI-yə. Çünki dediyim kimi, oturub sən dediyim kimi sən bir 15 dəqiqə eləyəcəksənsə JSON-a XML-ə çevirməyə, sən 15 dəqiqə niyə boş-boşuna getsin ya? Bunu AI sənin üçün 1 dəqiqəyə eləyirsə, 10 saniyə eləyirsə, sən bir növ xeyirvədir də bu sənə, nəinki ziyanı var. Çünki JSON XML-ə çevirmək əlavə bir sənə bilik qatmayacaq, yeni bir şey öyrətməyəcək. İllərdir standart olan bir şeydir. Sadəcə vaxt itkisi olacaq sənin üçün. Belə şeylərdə AI-dən istifadə etmək həqiqətən dəyər. Mənim ətrafımda çox tanışlar var. Direkt AI-yə prompt yazır ki, mənim üçün e-commerce layihə yığ kimi. Belə şeylərdə AI-dən istifadə etmək həqiqətən daha onda yəni bu sahəyə girişməyin də. Əgər elə bir şey eləyəcəksə niyə öyrənirsiniz də yəni development. Nədir? Elə bir şey eləyəcəksə öyrənməyin də ondan sonra. Amma onu bilmədən də AI-yə girib, yəni front-end bilmədən də girib AI-yə mənim üçün e-commerce layihənin front-end yığ deyə bilərsiniz. Onun üçün front-end bilməyinizə ehtiyac yoxdur. Öyrənirsinizsə belə şeylər eləməyin. Düz. Bax müəllim, sən bayaq dedin ki, yorulanda, bezəndə işdən keçirəm, öz layihələrimi hazırlayım. Bildiyim qədərilə sənin də bir layihən var ki, e-budget. Bu layihə nə məqsəd daşıyır? Dünən düz danışmışıq, ətraflı istəyirəm ki, o videoya baxan insanlar da bu haqqda məlumat alsın. Nə işə yarayır? İnsanların xeyrinə bir şeydir, yoxsa heç bir xeyri yoxdur? Yəni e-budget layihənin haqqında məlumat verə bilərsən, zəhmət olmasa. Mənim verim də deməli bu belə deyək, maaş aldığım gündən, yəni əlimə gələn gündən mən həmişə şeyi xoşlamışam, datalarla oynamağı xoşlayırdım. Yəni otururdum fikirləşirdim ki, yəni qeyd edirdim özüm üçün ki, tutaq ki 50 manat maaş almışam, 10 manat köynəyə vermişəm, 20 manat nəyə vermişəm. Özüm üçün qeyd aparırdım. Və bir də deyim, riyaziyyata marağım olduğu üçün biraz statistikalarla oynamağı sevirdim, faiz falan. Və bir də görürsən olurdu ki, məsələn baxırdım puluma ki 20 manat pulum qalıb məsələn. Amma məsələn 30 manat hara getdi, nəyə xərclədim? Bunları qeyd edirdim. Həmişə özüm üçün Excel-də bir sistem qurmuşdum, orada qeyd edirdim. Sonra fikirləşdim ki, bu Excel-də çox belə, yəni əməlli başlı funksiyalar falan əlləşəsən də, yəni biraz qəliz idi. Həm də vizual tərəfdən heç bir şey yox idi Excel-də də, rəqəmlər idi ancaq. Mən də fikirləşdim ki, belə hazır əplər olmamış olmazdı. Girim o əplərdən birindən istifadə edeyim. Baxışım, əplərə baxdım, bəziləri belə deyim, tam mən istədiyim şeyləri əhatə eləmirdi və bəziləri də pulluydu. Yəni əhatə edilənlərin hamısı pulsuz deyildi, pulluydu. Mən fikirləşdim ki, mən tapa bilmirəm. Mən nə qarım. Niyə özüm yığmıram ki, belə bir şey? O ideya ilə başladım. Özüm yadıma düşdü ki, proqramistsən. Riski xatırladım ki, mən bunu eləyənlər də proqramistdir, mən də developerəm, mən də eləyə bilərəm. Nəysə müəllim başladım yığmağa. Birinci
falan belə şey qoymuşdum. Ancaq şəxsi istifadəm üçün yığırdım o saytı. Sonra fikirləşdim ki, yəni mənə kimi Nurjani bəlkə nə qədər insan var da, böyük ehtimal mənə kimi ki, Excel-də qeyd eləyir və yaxud da baxır ki, pulludur, istifadə edirəm falan. Bunu qlobala çıxardım, hamı istifadə eləsin də. O məqsədlə başladım, sonra qeydiyyat sistemi falan, sonra da bu layihə və gün-gündən hələ də belə deyim, yeni funksiyalar gətirməkdə davam edirəm ora. İndi hal-hazırda mövcud funksiyalar nələrdir? Kateqoriyalar yarada bilirsiniz. Market olsun, kateqoriyaları iki tipdə yaratmaq olur. Gəlir və xərc kateqoriyaları. Məsələn, gəlirə maaş qoyursunuz, tələbələr məsələn stipendiya qoya bilər. Freelance işləyənlər əlavə gəlir kimi o əlavə edə bilər, freelance gəlir. Xərclərə də market, İstədiyim işə əlavə eləyə bilərsən, düzdür? kateqoriyalarda yəni standart deyil. Kim hansı kateqoriyanı istəyir, onu əlavə eləyə bilər. Gəlir və xərc tipində dediyim kimi. Xərci də məsələn qoya bilərsiniz əyləncə, restoran, market falan filan. Daha sonra oradan əməliyyatlar əlavə edirsiniz. Məsələn, bu atıram, saqqız aldım 1 manat kateqoriyadan, kateqoriyanı seçirsiniz, marketdən aldım məsələn. Və daha sonra ümumi gəlirlərinizi, ümumi xərclərinizi görürsüz. İstənilən aylıq, illik, rubli, həftəlik müqayisə edə bilirsiniz. Ki, bu həftə nə qədər pul xərcləmişəm, bu ay nə qədər pul xərcləmişəm, bu ay nə qədər gəlirim olub, bu il nə qədər xərcim olub falan. Və daha sonra hər hansı bir kateqoriyana və yaxud da məsəl üçün seçirsiniz soku, məsələn, meyvə şirəsi. Dekabr ayında meyvə şirəsinə nə qədər pul vermişəm, yanvar ayında meyvə şirəsinə nə qədər pul vermişəm, ayları seçib müqayisə edə bilirsiniz. Bütün yəni sayta girib baxsaz aşırı dərəcədə çox statistika var və hər şeylə müqayisə edə bilirsiniz. Daha sonra orada belə deyək, sənin bu yığdığın layihə insanın öz maddiyyatı ilə bağlı hər bir şeyi əhatə eləyir. Tam analizlərdə istədiyin cür, istədiyin tərzdə də belə deyək, analiz verə bilir, sənə data verə bilir. Bəli. Tam olaraq elədir. Yəni indi İnsanın hal-hazırda həyatını asanlaşdırır və asanlaşdırmaqdan savayı ən çox nəyə xidmət eləyir deyə düşünürəm. Belə deyək, insan normalda xərclədiyi şeyi hesablamayanda, normalda 200 manat xərcləməlidirsə 500 manat xərcləyir. Amma geri qayıdıb baxanda ki, görür 300 manat yoxdur, deyir bu hara yoxa çıxdı. Bu o şeyə xidmət eləyir ki, o 300 manatın hara yoxa çıxdığını tapasan və ondan sonra gələn ay o 300 manatı boş yerə xərcləməyəsən. Bir də mənim əsas belə deyim, onu istifadə etmə məqsədim nə idi? Məsəl üçün mənim tutaq ki 500 manat pulum var idi. 200 manatı bir bankda idi məsələn, 300 manat, 50 manatı Paşa bankda idi, 30 manatı Lia bankda idi, yarısı Bakı kartda idi, yarısı nağd idi falan. İdarə edə bilmirdim də pulu. Pul hardadır, hansı pul hardadır, qatışdırırdım. Onun üçün hesablar deyə bir hissə qoymuşam ora. Siz əlavə edirsiniz Bakı kart, Paşa bank, bir bank. Yəni kart məlumatlarınızı daxil etməyə ehtiyac yoxdur. Sadəcə kartın adını yazırsınız, içində nə qədər pul var, onu yazırsınız. Yəni hardan nə qədər pulun var, özünə görə. Orada görürsüz ki, məsəl üçün mənim ümumi tutaq ki 500 manat pulum var. Bunun 100 manatı Paşa bankdadır, 100 manatı bir bankdadır, 50 manatı Bakı kartdadır, 50 manatı nağdı, 50 manatı falan şeydir. Bunu görə bilirsiniz və bu mənim düşündüyüm qədər çox asandır. Bir də mənim əsas problem yaşadığım şey nə idi? Bakı kart balansımda nə qədər pul qalıb görə bilmirdim. Yəni Bakı kartın application-da o qədər pis işləyir ki, də indi istifadə edənlər bilər. Hər dəfə ora girib login olmaq, yəni zülmdür də. O tipi kod istəyirsən, o tipi kod 10 dəqiqədən sonra gəlir. Ciddi mənada 10 dəqiqədən sonra gəlir. Yəni SMS sistemlərində problem var. Amma hər dəfə şey eləyirdim ki, bu Bakı kart balansı mən görüm nə qədər. Yəni gərək gedərdim milyona ya da hansı metro stansiyasına ki, Bakı kartı qoyum, balansa baxım. Burada Bakı kart hesabı yaradırsınız. Hər dəfə yol pulu verəndə orada əlavə edirsiniz 60 qəpik çıxır və ümumi Bakı kart pul verəndə də əlavə edirsiniz nə qədər pul vurdum. Ümumi Bakı kart düzdür, indi manual eləməlisiniz onu. İndi inteqrasiya əlavə etsəm Bakı kartdan onu da əlavə edəcəm. Hələ ki manualdır. İnşallah. İnşallah alaram, verərlər. Hələ ki manualdır və ən azından manual da olsa Bakı kartınızda sistemə bir dənə girməklə Bakı kart balansınızda və digər balanslarınızda nə qədər pul qalıb görə bilərsiniz. Bir də məsəl üçün hər hansısa bir insanlar, çox insan ya bir hədəf qoyur qırağa ki, tutaq ki, maşın almalıyam, 20 minə maşın almalıyam falan vaxta qədər. Və ora pul yığırlar. O pul nə qədər pul yığmısınız, nə vaxt
pul qırağa atmısınız, nə qədər atmısınız, neçə faiz qalıb hədəfi tamamlamağa, onu izləyə bilərsiniz. Bir də hədəfsiz, məsələn, mən qırağa pul yığıram, amma yəni bir hədəfim yoxdur, məsələn, nəyə alacağam, mən hara gedəcəyimi falan. Sadəcə kənara pul atıram. Onu da görə bilərsiniz ki, kənara atdığımız pul nə qədərdir, nə vaxt, nə qədər atmışam. Bir də kənara atdığım puldan götürsəz əgər, onu da qeyd edə bilərsiniz oradan ki, nə vaxt, nə qədər götürmüşəm. Hamısı sistemdə görsənir. Dediyim kimi də hər bir şeyi belə və sayt 3 dildədir. Azərbaycan, rus, ingilis. Lazım olsa gələcəkdə başqa dilləri də qoyarıq. Dediyim kimi İnşallah o qədər yəni qlobala çıxar ki, qlobalda tanınar ki, artıq o ehtiyac duyular yəni. yaranır. Dediyim kimi sayt bunlardan ibarətdir. Burada hər şeyi idarə edə bilərsiniz. Yəni dediyim kimi ağlımda hələ ki demirəm çünki alındırmaya bilərəm. Ağlımda da hardasa bir ya 3-4 dənə yeni funksionallıq var ki, onları da sistemə əlavə etməyi düşünürəm. Çünki aldığım rəylər həqiqətən yəni dedilər mənə bəzi şeyləri xatırlatdılar. Dedim ki, həqiqətən də bu olmalıdır bu sistemdə. Çalışacağam onları da əlavə edeyim ki, tam belə bütün istifadəçilərin işinə yarayan bir sistem olsun. İnşallah müəllim. Saytın linki necədir? Saytın linki e-budget.az o domaindədir. İndi buralardan hardasa bir yerdən qoyaram elə şeyə. Videoya ki, kimə maraqlıdırsa daxil olub oradan sistemi, layihəni incələyə bilər. İstəsə qeydiyyatdan keçib, yəni başlaya bilər öz maddiyyatı haqqında özünə analizlər verməyə belə deyək. Bir də bu videoya baxıb saytdan istifadə edən insanların sayt haqqında hər hansı bir bug görsələr və yaxud da yeni bir funksionallıq falan şey olsun demək istəsələr, rəy bölməsinə qeyd eləsinlər. Yəni videoya daimi olaraq baxacağam. Ora rəy olsa, çalışacağam o əlavə etdiyimiz, yazdığımız funksiyona sayt əlavə edeyim. Düz yerə vurğuladın, mənim qardaşım. Müəllim, bax, indi sən özün işləyirsən, mən də işləyirəm. Hamımızın bir, nə bilim, hədəfimiz var və yaxud da ki, nəsə ümumiyyətlə bir şey üçün işləyirik də və gələcəyi də fikirləşməliyik bundan yanaşı. Təkcə işləmək yox, yəni gələcək üçün də belə deyək, bir mənada yəni işləmək lazımdır. Sən gələcəyin üçün nələr eləyirsən və gələcəkdə nələr eləməyi planlayırsan ki, məsəl üçün 5 ildən sonra bu şeyi hədəfləyirəm. Mən düzünü desəm, bu IT sahəsində gələcəklə bağlı plan quranda həmişə bir Çinə, bir də Amerikaya baxıram. Çünki yəni adamlar bizdən yox bir 10 il qabaqdadılar. Hardan baxsan, çox inkişaf ediblər o ölkələr. Və baxıram ki, yəni həm Amerika olsun, həm Çinin, yəni ən azından mənim nümunə götürdüyüm iki ölkənin hal-hazırda üzərində işlədiyi yeganə şey AI-dir. Yəni AI üzərində adamlar ciddi şəkildə işlər görürlər. Və Çinin DeepSeek, Amerikanın ChatGPT-si dağıdır yəni. Yəni Çində yəni elə bir texnologiyalar var ki, mənim bu yaxınlarda bir dostum Çinə gedib gəlmişdi. Yəni adam videolar göstərir. Yəni elə bir şeylər, sistemlər var ki, Çində. Yəni bir dənə bir sözü qoyum burada, qoyum o birisini danışım. Bizdə məsəl üçün yollarda 4 yoldur. Yazır ki, tutaq ki, biri sağadır, ikisi düzdür, bir də soladır məsələn. Orada o yollar statik deyil, o işarələr statik deyil. Monitordur. Maşının məsəl üçün bu yol, bu iki yolda çoxdursa, burada 2 dənə yolu sola göstərir, dinamik şəkildə dəyişir, düz olan yolda sola göstərir ki, probka yaranmasın. Yəni dəyişilir, şey deyil, statik deyil, dəyişilir. Düz olan yol, məsələn, bu düz olan yol probka olsa sola ola bilər falan. Svetoforlar dinamik. Svetoforlar məsələn müəllim dinamikdir. Məsələn, bu yol dayanıb 30 dənə maşın var məsələn, amma qırmızı işıqdır. Bu yolda bir dənə maşın var, yaşıldır. Bu bir dənə maşını qırmızı elə saxla ki, sən bir dənəsən, burada 30 dənədir. Sən ya qırmızı ol, bunlar keçsinlər. Yəni çox super bir şeydir. Müəllim yəni göstərdi videoları falan mənə. Yəni adamların ağıllı şəhər qurublar müəllim. Yanğın olanda sistemləri var, bir UI-ları var. Yanğın olan məntəqədə naxadı alert işarəsi çıxır və özü sistem avtomatik olaraq ən yaxın polis məntəqəsinə, ən yaxın yanğın söndürən məntəqəsinə və ən yaxın xəstəxanaya şey göndərir, siqnal göndərir və ani şəkildə oradan 3 dənə maşın, polis, yanğın söndürən, bir də həkim, üçü də yaxınlaşır yanğın olan məntəqəyə və sistem üzərində onların hərəkət istiqamətləri görsənir ki, kim hardadır və yanğının
dərəcəsi falan. Yəni adamlarda və bunlar hamısı AI ilə işləyir ha. Yəni AI özü analiz Adam eləyir, dəli olar, yəni bu boyda şey irəliləyiş eləyiblər, bu boyda şey inteqrasiya eləyiblər. Yəni yəni bunlar halal olsun. belə deyim, sistem deyil. Yəni hazır bir sistem deyil. Məsəl üçün svetofor AI based işləyir. Yəni AI görür ki, burada 30 dənə maşın var, burada bir dənə maşın var, AI özü dəyişir. Yəni hazır bir sistem qurmayıblar. AI Yəni bu məsələn, fikir çox gözəl bir şeydir həqiqətən. hə, yəni Ki mən dövlət şeyinə tətbiq eləyiblər. Bu məsəl üzrə üçün şey yəni var. yolları, nə bilim Şübhəli və olan sair digər şəxsləri, şeyləri. şəhər kameraları birbaşa ağıllı kameralardır. Şübhəli olan şəxsləri, axtarışda olan şəxslərin bir-bir insanların bütün üzünü skan eləyir. Şübhəli olan şəxsləri avtomatik olaraq saniyə və saniyə ünvanı report eləyir hardadır və bu şey yaxın 30 gündə və yaxud da indi dəyişə bilirlər də deyək 1 ildə və yaxud da 1 ayda, 1-2 ayda kimlərlə görüşüb, harda görüşüb, hamısını AI 1 saniyə ərzində report eləyib sistemə ötürür. Özü analiz eləyir, özü deyir ki, bu adam filan şübhəli şəxslə görüşüb, filan restoranda, filan şeyi danışıblar. Yəni baxırsan ki, sistemə və bunlar hamısı AI ilə işləməyə, senin əlində bu qədər data olmağı adam belə çox maraqlı gəlir də. Adamlar belə 2050-də falan yaşayırlar, 2100-də falan yaşayırlar. Bu bir tərəfdən yaxşı bir şeydir o insanlara izləmək, amma iki tərəfdən pis şeydir. Çünki insan həyatına qarışır. Yəni insan Yəni dövlət qarışır da, heç yəni. səbəbi başının üstünə kamera var da, elə həqiqətən də elə bir şeydir. Adam məsəl üçün mən durub prosta gəzmək istəyirəm. Mən fikirləşmək istəmirəm ki, AI birdən çaşar məni bir başqasına oxşadar. Və yaxud da ki, mən niyə elə hər dəfə 24 saat izləməlidir ki? O tərəfi də var. İnsan azadlığı Yəni pozulur burada. belə deyək də müəllim, təkcə Çində deyil də, yəni belə real danışsaq, Azərbaycanda da, Rusiyada da, İngiltərədə də, dünya bütün ölkələrində dövlət səni 7/24 izləyir. Hı. Yəni sən biz bir dəqiqə evdə oturmuşuq, bizi Çin belə qədər deyillər. Çin ucu Çin keçib. düzdür, hə, biraz şey olub, amma yəni o şeyləri eləmək üçün o məcburdur. Yəni sən datalarından istifadə etməyə məcburdur. Hı. Yəni mən də belə şeyləri görürəm, müəllim. Yəni fikirləşirəm ki, gələcək məncə AI-da daha parlaq olacaq deyə düşünürəm. Yəni bəlkə də yanılıram, amma yəni görürəm ki, ətrafımdakı insanlar da öz gördüklərim hamısı yəni AI-ın daha parlaq olacağını, AI-ın daha belə əlverişli olacağını. Mən ona görə yavaş-yavaş artıq yəni demirəm, developerlikdən tam çıxacağımı düşünmürəm. Yəni böyük ehtimal bir developerliyim də öz yerində qalacaq, çünki o biliklərimi itirmək istəmirəm. Amma yavaş-yavaş da bir tərəfdən də AI-ya, machine learning-ə, data science-a falan yönəlməyi, AI engineering-ə falan yönəlməyi düşünürəm. Çünki gələcəkdə düzdür, inanmıram elə bir şey olacağına, amma deyirlər AI işimizi əlimizdən alacaq. Yəni bir növ bir yerdən sonra bazarda o development sahəsində yeni başlayanların nəsə əldə etməyi çətin olacaq. Ancaq yetişmiş mütəxəssislər bazarda qalacaq. Və yeni başlayanların işini AI əvəz eləyə biləcək. Yəni düzünü məsələn mən bir senior olaraq bir senior developerin işini AI əvəz eləyə bilməz. Amma məsəl üçün bir statik blok saytları olsun, belə kiçik saytlar olsun, statik backend olmayan saytlar falan AI məncə onları bir 10 ilə 15 ilə tam şəkildə sərbəst şəkildə həll yığa bilər də deyə Məncə düşünürəm. daha çox, yəni normal bir dənə sistem yığa bilər. O 10 ilə 15 ilə yəni səni də işdən çıxartdırır, məni də işdən çıxartdırar. Nə baxımdan bu işi özü götürə bilər, amma başqa bir sahə açıla bilər. Çünki texnologiya zaman dəyişdikcə müəyyən işlərə tələbat artır və yeni iş sahələri də çıxır. O yenə də IT sahəsində yeni bir işə məsəl üçün başlaya bilərik, onu öyrənə bilərik. Abi, Belə yəni şeylər olacağını düşünürəm mən. xatırladaq ki, insanlara ki, yəni bu AI-yi də hazırlayan bir developerdir. Yəni bu Düzdür. AI bizim işimizi bizim əlimizdən, yəni frontu ala bilər, back-ı ala bilər, yəni 10-15 ilə. O da ki, dediyim kimi biz artıq 10-15 ilə bizim artıq deyə bir 3 sənin bir 6 il, 7 il stajın var. Mənim də bir 3 il falan stajım var. 15 ildə gəlişi stajına biz 20 ildən artıq stajımız olur. Yəni bir 20 ildən artıq stajı olan bir insanın işini AI əvəz eləyə bilməz təbii ki də. Yəni ağıllı davransaq.
Amma məsəl üçün yeni başlayan təzə bu juniorların falan işin böyle şeydən söhbət gedir. Yəni web developerdən söhbət gedir. Düşünürəm ki, AI onu əvəz eləyəcək. Mən yavaş-yavaş ona görə AI tərəfə yönəlməyə çalışıram. Gələcəyin AI-da olduğunu düşünürəm. AI daha çox inkişaf edəcəyi düşünürəm. AI-dan davam hələ ki. Düzdür müəllim. Yəni gedin AI öyrənin. HTML-in Hə, zadını başını buraxın. ağlınız varsa front-end, back-enddən qaçın, yəni AI-yə yönəlin. Düzdür, AI front-end, back-end qədər asan bir sahə deyil. Yəni bunu da vurğulayaq. AI təkcə nə bilim belə süni intellekt ChatGPT deyil də, yəni təkcə AI. Onun arxasında belə deyim, bir magistrant kimi, bir süni intellekt tələbəsi kimi sizə deyə bilərəm ki, çox ağır proseslər var da, yəni çətindir. Data science tərəfi olsun, machine learning tərəfi olsun, yəni var ki, var bitmir. Ağır sahədir, amma gələcəyi olan sahədir. Yəni gələcəyi düşünüb addım atmaq istəyirsinizsə, mənim məsləhətim odur ki, AI-yə gedəsiniz. Düzdür, amma mən də biraz öz işimi baltalamış oldum buradakı. Şeyi öyrənməyin, back-endi zada öyrənməyin. Öyrənmək lazımdır, amma ilk məsələn bunları öyrənib artıq sonradan bir fundamentiniz olmuş olacaq da, yəni İlişib sonradan qalmayın, istədiyiniz yəni dəyişə bilər. back-enddə. Sözsüz bir IT proqramlaşdırmaya girişin, öyrənin, amma yenə ilişib qalmayın proqramlaşdırmada. Düz, yəni bir yerdə qalmaq düzgün deyil. Sən elə bir yerdə qalarsan, amma həyat elə deyil, texnologiya elə deyil. Sən burada qaldınsa, texnologiya burada qalmır. Elə davam eləyə gedir, sən geridə qalmış olsan. Ona görə də sən özünü o səviyyəyə gətirib yenidən çatdırmalısan. Lazımsa o gördüyün işlədiyin proqramlaşdırma dilini dəyişməlisən. Keçməlisən başqa bir dilə. Lazımdırsa özün bir dənə yeni dil yazmalısan. Yəni həyatla Texnologiyadan ayaqlaşmağa məcbur. ayaqlaşmalısan. Belə müəllim, söhbətimiz yaman şirin oldu. Harca 1 saat 55 dəqiqədir danışırıq. Gecə 3-ə işləyib 6 dəqiqə və mən yatmamışam, səhər durub yeni bir dənə dərs videosu çəkməliyəm. Sən də düşünürəm ki, yuxun gəlib. Çox sağ ol, dəyərli Yavaş. vaxtını aldım. Yox, Bu mənim qədər almadım. vaxtı, yəni bizə videoya mənə sərf elədin. Bunun üçün çox təşəkkür edirəm sənə. Yaxşı Estağfurullah, ki, mən bu təşəkkür videonu edirəm. çəkdik. Həqiqətən çox mənə xoşuma gələn, mənə ləzzət eləyən bir video oldu. Düzü ilk konsept, yəni bu reportaj podkast tipli konseptimdir bu kanalda, Azad Eyvazov kanalında. İnşallah ki, davamı gələr. Siftəsini sənlə atdıq, fundamentini sənlə qoyduq. İnşallah yenidən gələcək videolarda da bir yerdə video çəkərik. Cümləni səhv qurdum, amma hamımız düşünürəm ki, başa düşmüsünüz. Yəni təşəkkür edirəm bir sözlə. Mən təşəkkür edirəm ki, sən belə deyək, bu kanalda bu tipli videolarda, bu konseptdə ilk video mənə çəkdin. Vaxt ayırmaq məsələsinə gələndə ki, müəllim, səninlə bir yerdə belə söhbət, maraqlı söhbət eləmək, sənə vaxt ayırmaq qətiyyən vaxt itkisi deyil. Nə vaxt istəsən, nə vaxt sənə xoş olsa, mən çağırarsan, söhbət eləyərik, müzakirə eləyərik, nə edərsə. Yəni dediyim kimi, sənə mən təşəkkür edirəm. İnşallah bu konseptin də davamlı olar, uğurlu olar. Sənə bu YouTube-da videolarında sənə bol-bol uğurlar, iş həyatında da bol-bol uğurlar arzulayıram. Belə müəllim. Çox sağ ol, təşəkkür edirəm. Onda mən bu videonu dayandırım, qutarım. Onu da ki, şablon sözlərini istifadə eləyərək qutaracağam. Əgər videonu bəyəndinizsə, faydalı gördünüzsə, videonu bəyənməyi, kanala abunə olmağı, zınqırovu açmağı və bu faydalı video olaraq düşünürsünüzsə yenə bu videonu paylaşmağı, hər hansı bir sualınız varsa və yaxud da ki, bu yəni etikadan qırağa çıxmamaq şərti ilə rəy yazmağı unutmayın. Sağ olun, salamat qalın.